etdi ki, bir Azərbaycan hakimiyyətində özünü Azərbaycan Respublikasının prezidenti deyən Salam Yeyələr hoş gördük. Özünü Azərbaycan Respublikasının prezidenti deyən dırnaq içində vətən xaini, binamus, İlham Əliyev, şərəfsiz. Nə üçün bu sözləri ona deyirəm? Çünki artıq uca bəsdir. Həqiqətən də bu Vaqif Xaçatüryan Ermənistana təhvil verib 4 nəfərlə birlikdə. Bu Ermənistana təhvil verilən şəxslər elə belə şəxslər deyil də. Bunlar Xocalı qətliamını törədən binamuslardır. Və sən bu günləri bir prezident olaraq əgər bunu eləyirsənsə, öz belə deyim də, nə şəhidlərimə hörmət edib, nə şəhid ailələri və nə qazi ailələri və nə də qazilər və. Və biz cəmiyyət olaraq buna susmamalıyıq da. Cəmiyyət olaraq biz hamımız bu günləri öz mövqeyimizi bildirməliyik də bu İlham Əliyevə ki, ay İlham Əliyev, sənin atdığın vətənə xəyanətdir, dövlətə xəyanətdir. Yəni sən xəyanətkarsan, zaten biz bilirik də sən xəyanətkarsan, sən kimlərəsə özünü bu günləri nəsə sübut eləmək istəyirsən ki, yox sən prezidentsən, sən belə özünü vətənpərvər kimi göstərmək istəyirsən, zaten sənin törətdiyin əməllər birbaşa Azərbaycan xalqının əleyhinədir, lehinə deyil. Bunu hər bir yaşayan Azərbaycanda insan, kəs, şuuru, əqdəsi, mənliyi yerində olan kəslər bunu anlayır ki, Orxan Ağayev düz deyir bu insan barəsində. Və bu günləri mənim dediyim söz ondan ibarətdir ki, bizim qazilərimiz, şəhid ailələrimiz bu tək onları üstünə salmıram bu məsələni. Birinci olar, ikinci də biz cəmiyyət olaraq bütün platformalarda, bütün yerlərdə İlham Əliyevə öz etirazımızı bildirməliyik. Belə getsə sabah Ruber Vardanyanı da buraxacaq, Arayik Artunyanı da buraxacaq və deyəcək ki, bax mən də belə deyirəm. İndi özünüz oturun fikirləşin. Siz susacaqsınızsa, sizə bu günləri əgər həqiqətən də İlham Əliyev sərf edir ki, qoy bıraxsın bu erməniləri, dünyaya özünü humanitar kimi göstərsin. Amma öz ölkəsində həqiqətən də öz Azərbaycanlı qanunundan olan insanları tutsun, bassın içəri, onlara işgəncə versin, daha mənim sizə sözüm yoxdur. Həqiqətən də yoxdur. Çünki bu adam bütün pislikləri elədi Azərbaycanlılara. Bir dənə Vaqif Xaçatüryan qalmışdı verməyə, onu da verdi. Höstə. Xocalının qanını batır deyə, başa düşürsünüz, məsələ nədir? Xocalıların qanını batırdı bu adam. Bu günləri Xocalıda şəhid olan insanların qanını batırdı bu imbesil, debil. Mənim orada qız gəlinliklərimiz orayıblar, mənim orada körpələrimiz orayıblar, ay imbesil. Sən nə hoqqa çıxardırsan, sən nə inirsən ha? Sən bu qədər Azərbaycan xalqına qənim kəsilmirsən, bu qədər bizə nifrət edirsən sən, hə? Yəni nətər danışaq sizinlə, necə danışaq, hansı dildə, hansı mövqeydə danışaq sizinlə? Ki, durub bunlara söz deyirsən, bunlar deyir ki, Orxan vətən xainidir. Necə olur? İlham Əliyev bu günləri Xocalıda götürüb Vaqif Xaçatüryanı verir Ermənistana və yaxud da 3 nəfəri də plus üstəlik verir Xocalı qatillərini, terrorçularını. Bunlar vətənsevər olurlar. Mən bu sözləri deyəndə oluram vətən xaini. Hə? İlham Əliyev. Bu hakimiyyət devriləcək. Bunun gezi tezi var. Siz devriləcəksiniz. Siz elə bilirsiniz ki, əbədi orada qalacaqsınız. Xeyr. Andolu Allah, bunu kim fikirləşirsə Azərbaycanda, bir günləri yanlış düşünürsünüz. Yap rejimi, imbesillər, debillər, siz səhv düşünürsünüz. Siz tarixin zibilliyinə, tarixin kanalizasiyasına axıdılacaqsınız. Və bütün dünyaya biz nümayiş etdirəcəyik ki, sizin kimi diktatorların axırı Azərbaycan kanalizasiyasıdır. Даже zibillik sizin üçün çoxdur. Atın şikayətinizi. Atavuzdan danışıram axı. Daha ki, Azərbaycan kanalizasiyaları belə sizə çoxdur ya. Mənim bu günləri şəhidimin üstündən tapdalayan, qazimi tapdalayan, bu günləri Xocalıda ölən insanlarımızın qanına girən adam
Mənim üçün bir nömrəli düşməndir. Zaten İlham Əliyev mənim düşmənim idi. Zaten mən bilirdim bu uğraşdı. Zaten mən bilirdim bu bir qeyrətdir. Zaten mən bilirdim ki bunlara inam yoxdur. Biz 4000 dənə şəhidi boşuna vermişik. Valla boşuna vermişik. 2015-ci ildə Madrid prinsipi var idi. 5 üstə gəl 2 prinsipi var idi. Hansı ki bir dənə güllə atılmadan 5 rayon, 1-2 rayonda sonra qatılırdı Azərbaycana. Bir dənə şəhid vermədən biz o torpaqları ala bilərdik. Amma İlham Əliyev öz hakimiyyətini millətə göstərmək üçün, öz güya gücünü dünyaya göstərmək üçün müharibə elədi və o müharibədə ancaq kasıbın balaları şəhid oldu. Ancaq kasıbın balaları qazi oldu. Bir dənə orada adam mənə göstərə bilməzsiniz ki, o məmur evladı olub. O məmur evladının, belə deyim də, oğlu gedib şəhid olub. Birliyi yoxdur ya orada. Bircəciyi. YouTube'dan vururlar bizi, TikTok'tan vururlar bizi. Niye? Onlar bilirlər ki, qardaş, Orxan Ağayev heç vaxt satılmayıb. Orxan Ağayev həmişə bunların sifətini deyib sözünü. Məni 2 dəfə vursalar da, eləsələr də, yenə də mən xalqım üçün mücadilə aparıram. Yenə də mən xalqımın sözünü deyirəm. Xalqım deyə bilmir ki, İlham, sən uğraşsan, mən deyirəm, İlham, sən uğraşsan. Xalq deyə bilmir ki, İlham, sən bir qeyrətsən, gözü ilə görənsən, mən deyirəm. Xalqımın da yerinə deyirəm ki, İlham, sən gözü ilə görən uğraşlardansan. Sən mənim bu günləri Xocalıda qətlə yetirilən insanlarımın qanını tapdalayan uğraşsan. Nə deyim daha? Hə? Nə deyim sizə? Başqa nə deyə bilərik? Bu günləri nə olmalıdır? Bu günləri ölkə deyməlidir bir-birinə. Niyə deyməlidir bir-birinə? Ona görə deyməlidir bir-birinə ki, bu əclaf, binamus özündən böyük, başından böyük hərəkət edir. Sən kimsən? Sən bu xalqın nümayəndəsindən soruşdunmu ki, əziz Azərbaycan xalqı çıxdın, belə bəyanatla çıxış elədinmi ki, icazə verirsinizmi, yaxud da siz razısınızmı ki, biz Xocalı qətliamı törədənləri Ermənistana təhvil verək? Deməli, sən qohumlarını azad edə bilərsən. Sənin üçün heç bir problem yoxdur öz qohumlarını azad eləməyə. Hə? Necə başa düşək? Bundan sonra sən deyinən ki, sən Azərbaycanlısan, mən sənə heç vaxt deyə bilmərəm sən Azərbaycanlısan. Mənim Azərbaycanlılarımın qanına girən əclafsan sən. Başa düşdün? Məsələ budur. Mən bu günləri o qədər əsəb keçirtdim. Hüseyin TV'də keçirtmişəm, YouTube'da var. Girib baxa da bilərsiniz. Uşaqlar gəldi, qoşuldu orada bizə. Mən o qədər əsəb keçirtmişəm ki, mənim əsəbim soyumur. Bir yandan uşaqlar zəng edir mənə, hamını qapıram. Deyirlər, nə olub sənə? Deyirəm, bu şeylərə görə. Mənim bu günləri psixoloji problemlərim yaranır. Bu uğraşa görə. Mənim bu əlimə tüşə var ha. Bunu böyle tikəsi qulaq boyda. Vəssalam. Bunun bir dənə yolu var. Bəsdirin. Ha, bu qədər əclaflıq eləməyin axı. Bu qeyrətli eləməyin axı. Vaxt gələcək yenə də təkrarən deyirəm ha bu sözümü. Vardanyan da necə Xaçaturyanı verdilər. Varyanda da gedəcək. O birisi neydi o? Qarik. Xankəndinin deyir deyə mən Dağlıq Qarabağın şizikiyəm. Onu da verəcəklər. Hər şeyin öz növbəsi var. Bir günlər 4'ünü verib, hamısını birdən verə bilməz. Bu, hələ xalqın nəbzini yoxlayır. Birazdan hamısını verəcək. Onda vurarsınız başımıza. Şimdi biz nə günlüyük? Bizi nə günə salıblar? Başa düşdük? Məsələ budur. Özünüz bilərsiniz. Əgər buna da daha susacaqsınızsa, daha özünüz bilərsiniz bundan sonra. Qoyun İlham Əliyev nə inir, ondan sonra qoy eləsiniz. Buna da sustuzsa daha heç nə. Daha bizdən adam olmayacaq onda. Salam, necəsən? Nə var, nə yox? Salam. Yaxşısan? Adımıza uğraş vətən xaini qoyur. Deyil. Surokları zırlayıb üstümüzə. Ha bir dəqiqə yəni Aydan.
Adama uğraş belə üstümüzə vətən xaini qoyub. Srokları zırlayıb üstümüzə qiyabı həp, zırt pırt. Ha, adama deyərlər sən vətən xaini tvar, yoxsa mən. Ha? Ay əclaf, ay göz ilə görən uğraş. Sən bu xalqın haqqını yiyən, yoxsa mən. Ay blöd. Mən deyəndə ki, bu donuz, qanı orada səs aldan xahiş edirəm, çox xahiş edirəm. Mən də Mən sənə deyəndə, mən deyəndə ki, bu donuz, bu özünü tanımayan, bu şizik, bu Azərbaycan prezidenti ola bilməz, bizi söyürlər aşağıda. İndi gəlin söyün, ay uğraşlar, bir qeyrətlər, bir namuslar, 72'lər, gəlin çıxın indi ortaya. Bu günləri çıxmayacaqsınız ortaya. Sabah da çıxmayacaqsınız ortaya. Çünki mövcud vəziyyəti bilirsiniz ki, nədir məsələdir, başa düşdü? Ondan sonra çıxacaqsınız ortaya. Salam, buyurun, xoş gəlmişsiniz. Nəyə onda istək atırsan mənim əsəbi vaxtımda? Abi, qoşuram səni, niyə qoşulmursan? Nə oldu, qalxdın, düşdün təzdən. Efiri vururlar da. Gülbala şimdi, mən Gülbala zad lazım. Ya səni şikayət vurublar, qalxa bilmirsən, şikayətdəsən. Salam, salam. Baxın, 20 nəfər insan oturmuş burada, izləyir də 20 nəfər insan bizi də, düzdür? Heç kim tıklanmır. Heç kim istəmir tıklasın. Biz bir-birimizin, qardaş, ancaq sosial şəbəkədə belə götümüz çatmır ha, tıklamağa. Başa düşdün, nəinki qalxaq İlham Əliyevi götbaş eləyib devirək. Bizim sosial şəbəkədə götümüz çatıb bir-birimizi bəyənə bilmirik. Başa düşdünüz? Bizim sosial şəbəkədə bir-birimizi bəyənə bilmirik, bir-birimizlə paylaşa bilmirik. Qorxuruq. Qorxuruq. Siz nə qədər qorxacaqsınız? Bax, bu imbesil, debil, şizofrenik, narkoman, gerainşik. Bax, o qədər bu xalqı mələdəcək və o qədər bu xalqı məhvə düçar eləyəcək. Başa düşdünüz? Siz 4000 şəhid vermisiniz. Hamımız Azərbaycanlılardan gedir söhbət. Allah şəhidlərimizə rəhmət eləsin. 4000 dənə şəhid vermişik. Amma bu günləri o 4000 şəhidin qanına girən uğraş var. Ondan sonra 2-ci Qarabağ müharibəsində bu turşi satanda bizim oğullarımız döyüşürdü orada. Bizim qazilərimiz Tofiq Yaqublu, Rıza Səfərsoy bu günləri həbsdədir. Amma erməniləri açpıraq eləyir. Xocalıda qətliyam törədənləri bu açpıraq eləyir. Azadlığa bıraxır. Niyə? Mongol, niyə? Bax, sual budur, niyə? Ona görə ki, biz bir millət kimi məhv olmuşuq. Bir millət kimi bizi məhv ediblər. Bunu deyim, biləsiniz. Bu günləri Vaqif Xaçatüryan kimi uğraşları Əli Azərbaycan körpəsinin qanına batan, bu günləri Azərbaycanlıları məhv edən, bu günləri Azərbaycanlılara divan tutan,
Vaqif kimi Xaçatüryanlar bu günləri Azərbaycandan azad olub aparırlar onları Ermənistana. Onları Ermənistana təhvil verirlər. Dünyaya göstərirlər ki, biz humanist millətik. Ha, mənim millətim humanist ola bilər. Amma terrorçulara qarşı yox. Başa düşdün? Terrorçulara qarşı yox. Bəyənin də, efiri bəyənin. İstəyirsiniz bəyənin, istəyirsiniz bəyənməyin, özünüz bilərsiniz. Siz elə yatın. Yatın. Sizin də balavızı aparacaqlar. Yatın. Yatın. Balam laylay, yatın. Hamınız yatın, yatışın. Özünüzü vurun yatmışlığa, özünüzü vurun yuxuluğa. Nə istəyirsiniz eləyin Azərbaycanda. Qoy İlham Əliyev bundan sonra nə inir, mən də susacam. Oturacam sizin kimi, mən də baxacam belə. Balet eləyəcəm, daha heç danışmayacam. Deyəcəm, nə inirsən, mıxva qüvvət, elə, bunlara o lazdır. Elə, elə. Çünki siz hər şey göz yumursunuz, hər şey kvartirat kimi. Ha, mən neyimə lazım, mən neyimə lazım. Hele bir ki, o Xocalılar hardadır ya, o Xocalılar hardadır. Xocalıdan bir nəfər gəlsin qoşulsun bura. Görüm hardasınız siz. Qarabağlılar hardasınız? Nə məsələdir? Nə məsələdir? Hardasınız? Birlər Almaniyada olanlar, səsiniz gəlsin. Azərbaycan Almaniya bayrağı vurur sizi. Nə bilim mən haralıyam. Mən haralıyam. Regionlarımızı böyle fəxrlə yazırsınız. Gəlin çıxın bura. Gəlin çıxın bura, danışın indi. Orada ölenler size ait değildi. Ha? O Xocalı faciəsində ölenler sizin kızcanlarımız değil. Bizim kızcanlarımız değil. Ha? Sual, sual. Adicə sual. Kan donduran sual. Ben siyasete karışmıram. Cəhənnəmə siyasete karış. Göre siyasete karış. Sen istedin de istemedin de sen siyaset karışır bir şey. Senin değer bildiğin şeyleri artık vurur İlham senin. Senin değerlerini de artık mahvedir İlham. Başa düşdün? Değer verdiklerini senin kırır. Değer verdiklerini senin əzir. Gəlib şəhidin lövfərsini sökəndə bu elə belə məsələ deyil. Xalqın nəbzini yoxlayırdı. Azərbaycan xalqı görüm o nə təpər verəcək. Biz xalq olaraq qalxsaydıq ayağa ki, sukalar sizi minəriyə, bu bizim şəhidimizdir. Bu bizim şəhidimizdir, siz onları sökə bilməzsiniz. Şəhidin heykəli ucaldılmalıdır. O erməninin heykəlini ucaldırsınız ha. Bakıda bütün Azərbaycan boyu o Heydəryanın. Onun heykəlləri hamısı domino daşı kimi sökülüb, oraya şəhidlərin heykəlləri qoyulmalıdır. Başa düşürsünüz? Hər bir adı şəhidin heykəli, hər bir parkda şəhid park adı verilməlidir. Şəhidlərin adına küçələr salınmalıdır. Mən neyinirəm bu Heydəryanı gətirib soxmusunuz bizə, soxuşturmusunuz? Bu xalq ayılmadı ki, o kişi. 4000 dənə şəhid vermişik, 10.000-dən yuxarı qazımız var, 150-dən də çox itkimiz var da bizim. Yəni itkin düşür bu adamlar. Bu xalq ayılmadı ki. Necə olur ola? Bu Heydəryan öləndə Azərbaycanı İlham Köppayoğlu 7 gün matəmə qərq elədi. Ha? Amma 4000 şəhidi verdi. Azərbaycan bayrağı enmədi aşağı. Azərbaycanda bir gün matəm olmayıb. Səhv deyirəm, yazın bura. Səhv deyim, yazın bura ki, olub Azərbaycanda matəm. 4000 şəhid verəndə Azərbaycan bayrağını eni başağını. Bəli, matəm olub Azərbaycanda. Olub? Olmadı. Deməli, bu Köppayoğlu öz Heydəryanı atasını 4000 şəhiddən uca tutdu.
Biz şəhid qədri bilməyən xalqıq. Başa düşdünüz? Biz qazi qədri bilməyən xalqıq. Biz qazilərə, oğlanlara tırka verir deyə müharibədə Allah gedin, dalaşın, savaşın, ana, hə. Hani o günləri qazilər? Hani? Hansı dəyər verdiniz onlara? Bu günlər onların bir əli, bir qolu, iki gözdən olanları var. Nə dəyər verdiniz siz onlara? Nə dəyər verdiniz? Və bu günlər Xocalı qətliamı törədənlərin, onların qanına girən, bu Vaqif Xaçatüryan kimi uğraşlar İlham Əliyev götürür təhvil verir. Buna hansı münasibətinizi bildirərsiniz? Qara profil, nöqtə, ged işini alıcı. Mənim efirimə gəlməsən. Sən mənim efirimdə nə işin var? Adı bilinməyən, familiyası bilinməyən, mənim efirimə qalxmayın, qardaş. Mənim efirimə qalxmayın. Adımı qoy, familiyamı qoy, gəl. Yaxud da mən səni tanıyım, gəl, problem yoxdur. Amma bir dənə nöqtə qoy, qara profil qoy ora, mən səni tanımıram. Sən dediyin mənim üçün heç nədir? Bax, mən bu qazi qardaşı tanıdım da, bu qazidir. Bu canını qoyub bu vətən uğrunda. Başa düşürsünüz? Akula 777. 777 idi, 70. Ha, 777. Hani? Qalxa bilmirlər deyəsən insanlar. Efiri vurublar, nə inirlər, başım çıxmır, nə hoqqa verirlər. Qalxa bilmir insanlar. Ona görə də ekranı tıklayın. Bizim efirimiz o qədər şikayət olunur ki, mənim əzizlərim. O qədər şikayət edirlər ki, efiri. And ol Allaha kimi açıb göstərsəm ki, bax gör nə qədər şikayət gəlir bir dənə efir boyu. Yəni bizim, nətər deyim, indiki platforma önə çıxa bilmir. Çünki şikayət var. Biz ən azı tıklayıb 100.000 keçməliyik ki, heç olmasa biz bu liqada düşək öncəliyə ki, bizi izləsinlər, bizə qoşulsunlar, bizim haqq sözümüzü eşitsinlər bizim öz doğma Azərbaycanlılarımı. Başa düşdünüz? İlhamiyan köppayoğlu götürür, Xaçatüryanı verir belə bir qeyrət günləri ermənilərə. Belə, mənim ürəyimin başı yanır. Mən bu günləri and ol Allah, xəstəxanaya düşməsəm yaxşıdır. Mən ki, bu qədər bu günləri əsəb keçirtdim, ha. Mən bu günləri bu qədər belə içdən əsəb keçirdirəm, amma mən infarkt olmasam yaxşıdır. And olu bizə yaradan Allaha. Rəstdirində. Bu nə profillərdə mənə istəyatır. Gəl qoşum səni. Gəl bura. Gəl qoşum. Problem nədir? Gəl. Salam aleyküm, axşamınız xeyir olsun. Buyur, hər vaxtınız xeyir olsun. Hakimiyyətin dalında duranlara ölüm. Bir Azərbaycanlı kimi səndən xahiş edirəm, öz münasibətimi bildir. Necə baxırsan, bu günləri bizim Xocalıda körpəmizə qan utduran, körpəmizi öldürən, qız gəlinlərimizin döşünü kəsən, hamilə onları öldürtdürən, bu Vaqif Xaçatüryanı bu günləri azad edib Ermənistana göndərir. Çox xahiş edirəm, necə baxırsan, bir Azərbaycanlı Azərbaycan kişisi kimi. millətinə qarşı qəhbəlik kimi, cındırlıq kimi. Mən indiyənə qədər çarşısına durmuşdum, bir kəlmə söz demirdim bilət. Amma bu cındırlıq eləməzlər də, bu qəhbəlik eləməzlər də. Ta bu dərəcədə də yox da. Ta bu dərəcəsi də olmaz da. Millət yatır. O Nizami Rəmzi oxuyurdu. Lay lay Azərbaycan lay lay. Lay lay olsun görəm o vaxt da qədər lay lay olacaq. Hara gedib çıxacaq bunun axırı. Lay lay. Görək. Erməni də gətirib özümüzə dost eləyirik, qardaş eləyirik bilək. Heyf. Heyf o 4000 şəhiddən, heyf o 92-də gedən şəhidlərimizdən, qazilərimizdən, həqiqətən də çox heyf. Çox heyf. Kimə görə? İlhamın tayfasına görə, kiminsə sortu paravın tayfasına görə gedib, kiminsə oğlu, yetirin oğlu gedib ölməli idi. Kim sizin sortunuzu, qəhbələri bilir. Cırıq tutub indi Xocalının şeyini. Nə bilim ha. Bunların başqa yolu yoxdur, qadınam sən. Tutmalısan,
Bir hamısının kəlləsinə bir güllə, başqa yolu yoxdur. Nə miting, nə bir şey ki, əlinə silahı alıb bir hamısının kəlləsinə atılacaqdır. Başqa heç bir şey. Başqa bunun yolu yoxdur. Radikallıq. Bundan sonra radikallıq. Minnətdaram. Təşəkkürlər bəy. Var olansan. Allah razı olsun. Sağ ol. Minnətdaram. Eşidirəm, dinləyirəm səni aşağıdan. Var ol. Var ol. Yəni bir insanı tanımıram mən. Allah canını sağ eləsin. Azərbaycanlıdır da, düzdür. Gör buna o necə təsir edib ki. Necə təsir bağışlayıb, necə ona iz bırakır da bu. Bizim uşaqlığımız məhv olub. Biz gəncliyimizi yaşamamışıq. Qurban olum sizə. Biz gəncliyi görməmişik. Yəni 86-cı təvəllüdəm də mən. 86-cı ildəkilər, indi mən öz pokoleniyamla deyirəm də. Qardaş, biz gəncliyi görmədik. Biz müharibə gördük. Ancaq qaçqınlar gəldi. Bizim məcburi köçkün deyək də, qaçqın deməyək. Onların yoxsulluğunu gördük. Onların acınacaqlı həyatlarını gördük. Qardaş, biz ölkəmizdə xoşbəxt gün görmədik. Valla görmədik. Bu idi bizə çox sağ olun. İlham Əliyev. Hə? Bu idi sənin yürütdüyün siyasət. Sənin yürütdüyün siyasətə soxum. Kim ki sənin biriləri o yürütdüyün siyasəti dəstələyir, ona da soxum. Aşı, mənim milli dəyərlərim var. Hansı ki o dəyərləri tapdalamaq olmaz. Sən utanmadan, qızarmadan, sən belə boynumun ardına vura-vura yaşamaqdan öyrəşmirsən ki. Sən deyə bilməzsən, gələk bu Azərbaycan xalqı ut, yi, mən deyəndir, yeməlisən. Xeyr, yoxdur belə bir söhbət. Hər bir Azərbaycanlı kimliyindən aslı olmayaraq, əgər sən özünü Azərbaycanlı sayırsansa, sənin damarında Azərbaycanlı qan axırsa, sən bu günləri, təşəkkür edirəm, hədiyyə atmayın, çox xahiş edirəm. Mən burada hədiyyəyə görə müstəpat eləmirəm. Çox xahiş edirəm, belə məsələlərdə hədiyyə atmayın. Bu günləri Azərbaycanlıları sən əgər qanını bilərəkdən batırırsansa, uğraşsan devriləcəksən. Heç bir sənə praşuxa olmayacaq. Ən pis formada səni devirəcəyik biz. Sənin dizlərimi atmalıyıq bu xalqın qabağında yerə. Bu xalq özü sənin cəzabı verəcək. Qadın demirsiniz, uşaq demirsiniz, yaşlı kəs tanımırsınız. Tutup basırsınız Azərbaycanlıları, tutup şərliyib basırsınız səni. Uğraş, mənə vətən xaini damğası qoyursan, Interpolda saxlayırsan 5 il məni, üstümə 9 il qiyabi həbs verirsən. Bu, Xaçaturiyan kimi uğraşları azadlığa bırakırsan. Kimdir vətən xaini? Gəl indi otur, gəl bura. Kimdir vətənə xəyanət edəyənində? Hə? Vətənin pulunu, xəzinəsini, neftini, qazını əmən sizdə. Mən yetimlə eləmişəm. Suqaranın yanında dayanmışam. Məzlumun yanında dayanmışam. Məzlumu haqqını tələb eləmişəm sənin kimi ilbisdən, sənin kimi diktatordan, sənin kimi firavundan. Mənim bu dünyada itirəcəyim heç nə qalmıyor. Heç nə də yoxdur. Heç nə. Mən artıq itirdiklərimi itirmişəm bu həyatda. Və onlar da əvəz olunmazdı mənim üçün. Mənim nə bu, belə deyim də, dünyada nə pulda gözüm var, nə malda gözüm var. Heç bir şeydə mənim gözüm yoxdur. Allaha şükür edirəm ki, qurban olum ay Allah, məni bu həyatda gözü tox göndərmisən, mənim hələ heç kimin cibində gözüm qalmayıb. Olmayıb da. Mən sadə bir Azərbaycan vətəndaşıyam. Vəssalam. Tardı. Mən xalqımın haqqını səndən tələb eləyirəm, ey debil.
Başa düşürsən? Debil. 173 nəfər izləyir bizi. Ekranı tıklayın. Tıklayın bu ekranı ki bizə spam vurmasınlar. Bizim səhifəmiz getməsin. Tıklayın da bunu. Mən özüm üçün danışıram. Öz marağıma danışıram burada. Yoxsa sizin maraqlarınızı mən önə çıxardıram. Azərbaycanda bir günləri. Azərbaycanda mənim uşaqlarım çörək tapıb yiyə bilmir. Analar var gedib zibilxanadan çörək götürür. Ne yiyir? Bunu videolar çəkirlər insanlar. Hər kəsənin əlində, baba telefon var da, telefon var. Hər kəsənin əlində tız çəkdi, bıraxdı sosial şəbəkəyə. Qurtardı. Bitti. Mənim böyükləri ali təhsilli insanlarım, qardaşlarım, bacılarım gedib oturublar Rusiyanın bazarında əlləri dovra-vura. Qızıl diplomla bitirib bu məktəbi. Azərbaycanda iş yeri olmadığı üçün, dayı olmadığı üçün, rüşvət vermədiyi üçün gedib bazarda kartoşka satır. Gedib bazarda soğan satır, meyvə tərəvəz satır. Ay kişi, sən özünə necə qürrələnə bilərsən? Sən necə özünə dəmir yumruq deyə bilərsən? Xəmir yumruq deyirsən, sən xəmir yumruq. Bir günləri sənin qeyrətin, namusun, vicdanın olsaydı, baxın, adam Azərbaycanda olan qazilər ki var, bunlar TikTokda dilənirlər, bunları nə üçün ağrıyır adam. Mən onu qınamıram, dilənməyini. Adam ağrıyır, canı ağrıyır bu insanın. Bu insanın canı ağrıyır, bunun dərmana ehtiyacı var. Ona görə məcburdur dilənir burada. Yaxud da körpəsi acdır evdə, məcburdur efir açıb deyir ki, xahiş edirəm, qurban olum sizə, mənə kömək eləyin. Bu insanın buna ihtiyacı var. Ki adam bunları güya eşitmir. Güya İlham Əliyev bunları bilmir. Ha? Gedir kızına 1 milyar Türkiye'de mandarin otel alır. Ne diyeyim? Ne diyeyim ben buna? 1 milyarda sen Azerbaycan'da ne kadar gazı sağaldabilirdin? Ha? Ne kadar qaziyə sən günlər yardım eləyə bilərdin? Ne kadar qazını ayaq üstə durğuza bilərdin? Ne kadar qazının evladının həyat şəraitini yaxşılaşdıra bilərdin? Sual edirəm sənə. Ay oğraş. Ay piç balalar. Onlar bizim balalarımız değil. O şehit olanda, gözünü yumanda, kardeş o ailesini bize tapşırmadı. Onun balaları bize emanet değil. Onun hanımı bize emanet değil. Ha? Yaxud da bu qazilərin balaları bize emanet değil. Ne olsun onların sağdılar, həyatdadılar ama ellerinden bir şey gelmiyor. Eləyə bilmirlər. Gücləri yoxdur. Düşmanın gülləsini dişi ilə sıxan oğullar günləri İlham Əliyevin dubinkasının qabağında acizdirlər. Sındırıblar bunları. Mənim kimi oğula siz vətən xaini deməyinə mən vətən xaini olmuram. Başa düşdünüz? O adamın ağzını var, böyle əlimə salaram, böyle cıraram ağzını ki, suka, bir dəfə xəyanət elədiyimi göstərginə. Bir dəfə qoy ortaya. Qoyun ortaya bir dəfə. Yaxud da Ermənidən maliyyələşənlər bəllidir. Erməni ilə qardaşlıq eləyənlər də bəllidir. Erməni ilə gedib öpüşənlər də bəllidir. Ermənini arpad eləyənlər də bəllidir bu günləri. Mehriban Əliyeva deyirdi, vaxt gələcək biz ermənilərlə çaxır içəcəyik. İçində cırıq. Qardaş, bu ölkədə birincisi Azərbaycanın birinci xanımları ayağa durmalıdır. O da bizim şəhid analarımızdır. Başa düşdünüz? O şəhid anaları ayağa durmalıdır. İkinci qazi anaları, üçüncü də xalq. Bu günləri İlham Əliyev elədiyi bu vətənə xəyanətin cavabını verməlidir. Və İlham Əliyev devrilməlidir. Vəssalam. Bitti. Nöqtə.
Nida, nə istəyirsiniz qoyun ondan sonra. Sən mənim birlər Xocalıda qız gəlinlərimə təcavüz eləyənləri uğraş, necə azadlığa bıraxa bilərsən? Necə? Kim sənə o ixtiyarı verdi? Hanı mı Qarabağlılar? Niyə səsiniz gəlmir? Nə üçün səsiniz gəlmir? O Xocalıda ölənlər bizim analarımız, bacılarımız deyildi mi? O körpə uşaqlar bizim balalarımız değildi mi? Niye atırıq qəlbimizə? Niye səsimiz gəlmir bizim görəsən? 237 nəfər oturub izləyir. Görüm Orxan nə deyir? Ay, ekranı tıkla, hərəkət elə. Vəssalam. Gəlin, qalxın, mən biraz istirahət edim. Orxan axşamı xeyir. Hər vaxtı xeyir. Qardaş, mənəm Siraj Əliyev. Yadındadır, bir həftə bundan qabaq mənim o biri köhnə profilimdən gəlirdim sənin zanına. Qardaş, mənim o köhnə profilimi vurublar. Təzə profildə də Azərbaycan hissəsi sağ atıram. Sən məni qəbul edirsən, mənim elə bil ki, canlı yayımımı blok ediblər. Gənə də orada da çıxamıram səni. Ay qardaş, bu hər bir Azərbaycanın, tək Qarabağlının yox. Qarabağlılar birinci başda olmaqla, Xocallısı, Şuşalısı, Laçınlısı, Kəlbəcərlisi, Füzulisi, hər biri olmaqla qardaş, bugünkü gün çıxıb buna bəs bir qədər biz itki vermişik. O itkidən də əvvəli Xocalıda cavan gəlinin qarnın cırıb, onun qarnına pişik balası qoyub, tikib Azərbaycanın üstünə göndərən, Oğraş erməninin başında duran qansız o qaniçəni terroristi bıraxır. Bugünkü gün Azərbaycanda 2000-dən çox siyasi, dini dustaq var. İmam Hüseyin eysanı verən, nə bilim, haq sözün deyən. Qardaş, nə idi onun adı? O dığanın adı. İnqilabda oturub villada. Ramiz Mehdiyev. Vadim Xaçaturyan. Ondan bir şey, nədir onun adı? Sonra Ramiz Mehdiyev kimi dığa, dövlət xaini, millət xaini qoyub statusu, amma o inqilabda oturub villasında. Onun güya məktubu tapılıbdır, onun məktubu tapılan adamları tutub bugünkü gün basıflar içəri. Bu da Azərbaycanda qardaş haqq ədalət sözü yoxdur. Azərbaycanda hər bir vətəndaş çıxıb sözün deməlidir. Bu bir onsuz da gedişat buna gedirdi. Orxan, bunlar bax bugünkü gün Azərbaycanda mən neçə müddət Ukraynada, neçə müddət Rusiya, Ukraynanın dörd bir tərəfi, bu nədir onun adı, atom elektrik stansiyasıdır. Azərbaycanda olan qədər onkoloji xəstə Ukraynada yoxdur. Çernobıl qəzası yaşayan. Çünki niyə? Onkoloji o xarabanın yiyələri bu mırdarlardır. Azərbaycanın yeməyində, Azərbaycanın suyunda, havasında bütün o millətin. Qardaş, bugünkü gün Azərbaycanda onkoloji, şəkər, infarkt düşüb 14-15 yaşına. Dünyanın heç bir yerində bu boyda statistika yoxdur. Milləti onsuz da bunlar qırırdılar. Onsuz da səhərsi günü onlar səhər çıxardıb Azadlıq meydanında 2000 günahsız Azərbaycan vətəndaşını güllələsələr mən ona təəccüblənmərəm. Çünki bu gedişat ona doğru gedir. Qardaş, bundan o yanası yoxdur. Bu dığaları da bunlar bilərəkdən buraxırlar. Bunlar bu milləti alçaldırlar. Bunlar bu milləti, bəyək sən düz dedin, Görbacor oldu, 7 gün matəm verdilər. Azərbaycanın bir elə torpağı, azadlığı uğrunda canı verən oğlanlar üçün 2 gün matəm elan olunmadı. Elə valideyn oldu ki, o gətdi hansı icra batçısı Oğraş gətdi, bayrağı büyütdü, atdı o valideynin üstünə. Qardaş, bunlar onsuz da bizi çoxdan alçaldır. Bunlar onsuz da bizi çoxdan əyir. Bunlar gördükcə ki, biz nə qədər susuruq, bunlar bir etapda, bir pilləkəndə qalxırlar bizim üstümüzə. Bu 4 dənə erməni bıraxıblar ha. İnan girən ki, bu millətin nəbzini yoxlayırlar. İndi baxarsan deyir, sonra Vardanyanını da bıraxacaqlar. Hamısını bıraxacaqlar, qardaş. O sonra o Qarabağ əskisinə bürünüb deyir deyə mən buranın prezidentiyəm. Onu da bıraxacaqlar. Neydi onun adı? Yadımdan çıxdı onun adı. Elə Vardanyan idi, o şey, o nədir onun adı? Yo, Vardanyan biznesmen idi, sonra gəldi. O biri, sonra o birisi də var idi. Aravi Kartunyan.
Araruk Artunyan, hə, Qarabağın batçısı idi, nə bilim, spiker idi, nə idi, nə zibil idi, özləri bilir. Erməninin siyasi qurumu məni heç vaxt maraqlandırmır. Həmişə Azərbaycanın siyasi durumu məni maraqlandırır. Azərbaycanın günü gündəmi məni maraqlandırır. Onlarla, qardaş, bir dövlət ki, onları o cür lüks türmələrdə saxlayırlar. Türməyə gələndə bizim nə qədər dustaqlarımız var, sənin də, mənim də tanış. Heç onlar elə olur ki, 8 saatla, 9 saatla etap gəlirlər. Onlara yarı 1.05 aydı suyu vermirlər. Amma erməni dığaları oturub məhkəmədə plürenci çayı armud stəkanda içir. Ha, qardaş, bunlar onsuz da bunu, sən bayaq dediyin kimi, bunu elədilər, bunlar bir addım attılar. Görsün ki, görüm Azərbaycan xalqı nə deyir. Səhər o dalınca da onları da bırakacaklar. Onların hamısını onsuz da bırakacaklar. Adını da qoyacaqlar humanist. Adını da qoyacaqlar ki, millət, siz bunu bilmirsiniz. Bu siyasətdir. Sənin siyasətinə vurum. Sən 30 ildə sən bu Azərbaycan millətin hansı bir siyasi bir yüksəliyə, ancaq oğurluq, ancaq milləti xəstəliklə, bəla ilə millətin haqqına girməkdən başqa ayrı bir şeyinizi görməmişik biz. 100%. 100%. Buyurun. Sədaqət xanım, buyurun. Efirdəs, hoş gəlmişsiniz. Danışırsınız yoxsa düşürdüm aşağı? Bilirəm, insanlarımız bu günləri hamı istəyir fikrini bildirsin. Mən sizə bir şərait yaradacağım. Qalxıb hamınız bir öz fikrinizi bildirəsiniz. Xahiş edirəm, 265 nəfər izləyir bizi. Ekranı tıklayın maksimum dərəcədə. Şikayətlər dalbadal gəlir onsuz da. Salam, buyurun, efirdəsiz. Qardaş, əgər danışmayacaqsınızsa, yalandan burada istək atmayın da, çox xahiş edirəm. Danışmayacaqsınızsa, heç kim yalandan istək atmasın. Bu nədir? Var o. Amma atmayın hədiyə, çox xahiş edirəm. Orxan, mən onu bu mövzu üçün atmıram. Mən onu atıram ki, qardaşım, bu səhifəni elə bir ki, yayımı dəstəklər. Bilirəm. Buyurun, kimin sözü var, buyursun. Kim nə deyə bilər? Bu günlər İlham Əliyevin, Vaqif Xaçatüryanı, Xocalı faciəsini törədənləri, bizim qız gəlinlərimizə işgəncə verib, öldürtdürənləri götürüb İlham Əliyev verdi Ermənistana. Kim nə deyə bilər? Buyurun. Qalxmaq istəyən, istək atsın, qalxsın. Çox xahiş edirəm. Bu günləri mənim əzizlərim. Biz Azərbaycanlıyıq. Və məni Azərbaycanlı olduğum üçün fəxr edirəm. Amma bu demək deyil ki, mənim qanıma, mənim qız gəlinimə təcavüz eləyənləri mən bağışlamalıyam. Xeyr, yoxdur belə bir şey. Mən beləsə humanizm tanımıram. Mənə qalmış olsa, mən belə humanizm tanımıram. Terörist mənim üçün teröristdir. Razı getdi. Mənim ölkəmə terror törədən, o terror törədi. Deməli, o öz maksimum cəzasını almalıdır. Maksimum. Bu reallıqdır. Başa düşdünüz? Reallıq. Mən bir günlər oturmuşam, burada əlimi qolumu sallayayım, deyim, ay cəmaət, durun, belə şeydir, inqilab elə. Yox, biz hamımız birləşməliyik, hamımız bir araya gəlməliyik və bu hakimiyyətdən tələb eləməliyik, maygülürlər. Hansı səbəbi verilmişsən buna? Nə səbəb göstərə bilərsən bunu verməyə? Hansı səbəb göstərə bilərsiniz bizə? Nə göstərə bilərsən İlham Əliyev? Nə səbəb deyə bilərsən ki, buna görə mən vermişəm Vaqif Xaçatüryanı. Sənin heç bir
belə deyim də, çıxış yolu yoxdur, bu vətənə xəyanətdir. Başa düşdün? Bu vətənə xəyanətdir. Qardı getdi. Siz mənim şəhidlərimin qanına girdiniz. Siz Xocalıdakilərin qanına girdiniz. Ayıb olsun. Abrınız, hayalınız yoxdur sizin. Həqiqətən də yoxdur. Çox təəssüflər olsun. Çox təəssüflər olsun ki, siz bu ölkəni büyünlərdiniz ki, mən bu ölkəni idarə edirəm. Buyurun, Xalidə xanım, xoş gəlmişsiniz. Xanım, xahiş edirəm, əgər ola bilər də indi xanımsınız da, ola bilər deyin, mənə səhv basmışsınız. Buyurun, salamlayırıq sizi, efirdəsiz, buyurun. Hamı susub. Mənim başıma niyə susursunuz siz? Niyə susursunuz, niyə belə isteğ atırsınız, qalxırsınız bura? Azərbaycanlı deyilsiniz siz. Ama sizin ölkəmizdə baş verməyib, ermənilər sizə terör eləməyib. Ama Xocalı bizim değildi. Ha? Niye böyle susursunuz? Niye kalkırsınız? Ben burada hesaplaştırıyorsunuz. Kalktın danış değil mi? Niye kalkırsan? Benim vaktimi zamanımı ayırırsan. Kalkmısan. Danış da. Ne sokursunuz içimize? Bağlıyorsunuz ağzınızı. Ölmürsünüz siz. Xocalı'da bizim kız gelinlerimizi, uşaklarımızı nasıl biteliyipler? Hemen öldürürler. Utanmırsınız siz bile. Selamünaleyküm. Salam, Əsərləş və salam. sakit ol biraz, qurban olum sənə. Mən sənə baxıram, ürəyim parçalanır. Uşaqlar dedi ki, mama qiyamətdir. İndi baxıram, indi yaxşı deyirəm, mən də yaxşı deyirəm. Yəni, uca qışqıra da bilmirəm, çünki mən bilirsən də, mənə şey olanda halım yaxşı olmur. İndi sən sakit otur yerində, get çayını qoy qabağa, bibi başlayır. Paz bibi, pazda bibi. Ala, bunlara var ha, ne eləyirlər, yaxşı eləyirlər bu. Hardasız ala, Qarabağlılar, hey huy, hardasız, Xocalılar. 3000 dənə qızımızı, 13-14 yaşında qızımızı, hemen bu türmədən çıxan Vaqif, bu 3000 dənə qızımızı Fransaya sattı, Fransaya. 92-ci ildə Fransaya sattı. Apardı Fransanın erməniləri onları petlədi, əskər düzəltdilər və əsair və ilaxır. Həmən əskərlər doğuzdurdular 3000 dənə 13 yaşında qızlarımıza. Erməni əskəri düzəltdilər, gətirdilər 44 günlük müharibədə bizə qarşı onları istifadə elədilər. Bir, bu bir. İkincisi, kızlarımıza silahı verdiler elimize. Dediler vur öldür bacıvı Anovu, vurmadın. Elimizi kolumuzu bağladılar. Gözünüzün qabağında Anovuzu bacımızı. Kızımızı çaldırdılar, bu iki. Üçüncüsü işkence verdiler. Bilət qəhbələr hardasınız? Biz niye danışırıq ki? Ha? Biz niye danışırıq? Biz niye danışırıq? Hardasınız qəhbələr? Hə, Səidə Bəkir qızı deyəndə ki, qaçqınlar evvizə dönün, amcığız yanırdı ki, evvizə işinizi birdən əlinizdən alarlar. Birdən Bakıdan qovarlar sizi. Birdən var dövlətiniz əlinizdən çıxar. Nə ilə gəldiniz, pul qazandınız? Azərbaycanda diskoteka var idi. Gəldiniz, ambuz qəhbəxana açdınız da. Diskotekalar açdınız, qəhbəxanalar açdınız. İndiyəcən də soska xanalar, göt verən xanalar, gey klublar açdınız. Hə, qəhbələr, hardasınız? Ala yaxşı eləyirlər sizə. Sən İlham Əliyev niyə söylürsən? Ala qəhbələrə bax səslər çıxmır. Özünü niyə öldürürsən sən? Sən özünü kimin üçün öldürürsən? Kimin için öldürürsən ala özünü? Sen İlham'ı niye söylürsən? Allah İlham neyini söylür? Allah bunlar qandondur, qandon. Bunların bacısı sikiblər də, bizim bacımızı sikiblər. Hə, bizim anamızı sikiblər. Bunların anasının amcığına uşağı çıxardıb, pişiyin balasını soxublar amcığına da. Bu qəhbələr danışmayandan sonra sen niye özünü cırırsan ki? Allah bunlar qəhbəliyi Abşakovu qəbul eləyiblər, Abşakovu.
Dodiba bunlar Apşakovun qəhbəliyi qəbul edib. Allah bunların kişiləri Bərdə Qarabağdır da qaqaş. Bərdədə göt verirlər, göt istehsal eləyirlər. Allah bunlar qəhbəxananı istəyirlər də belə yaşamaq istəyirlər. Bunlar üçün fərqi yoxdur. Bunlar anasını vazgen sikir, Benjamin Netanyahu sikir, ya Xomeyni sikir, ya Trump sikir. Bunlar üçün fərqi yoxdur. Bunlar belə qəbul eləyiblər. Bunlar vırıblar Kantovkaya, Peysərə yaşayırlar. Sən niyə əsəbləşirsən? Mən də ürəyimi tutub. Baxa bilmirəm sənə. Uşaqlar deyir, ay mama deyir. Ay mama deyir, o qaqaş ölür orada. Ay mama deyir, get ora. Deyirəm, bana mənim halım pisliyə danışa bilmirəm. Axır ki ürəyim partladı. Hardadır qəhvə göt verənlər? Seydə Dadaşova, ya Seydə Bəkir qızı yazıq nə dedi ki? Dedi gedin də ermənilər getdi qayıtdı Stepanakert, hə? İndiki bilmirəm adını dəyişiblər. Hə, erməni sizdən qeyrəti. Ala erməni, Kançov, erməninin petuxu yox deyə bilər qəhbələr. Erməninin petuxu sosial mediada qazilərinə pul dilənmir. Başa düşdün qəhbələr. Erməninin şəhid anaları oturub petuxun səhifəsində pul yığmır. Bilər pidarazlar. Biz kimi qınıyırıq? Ay deyirik İlham belə gəldi, Mehriban gəl. Yaxşı, predpolojim İlhamla Mehriban istəmirik, xoşumuza gəlmir. Ala bizim qəhbələrdən danışır. Ala bu vəziyyətdə heç kimin səsi çıxmır. Yibi olmad bilən. Ay sizin var yoxuzuz kim mən. Bunların səsi çıxmır, danışmırlar bunlar. Biri çıxsın desin ki, ay İlham, bu nə məsələdir? Bir dən qaqaş bizə başa sal da. Bu nə məsələdir? Sən mənim namaz qılanmı? Sən mənim mollamı? Sən mənim necə deyərlər əzadarımı, sən mənim 3 dənə arvad orada 5 dənə arvad gedib su verirdi, eysan verirdi. Sən onlara basmışsan türməyə, göndərmişsən Lənkərana, onlara orada işgəncə verirlər, şəhla uca can verir. Durun soruşun da, nə olar 5 nəfər 10 nəfər. Çıxın fake səhifə ilə çıxın, ay var yoxsuzlar. Ay papağımızın içinə sıçın, erməni sıçın. Sizin papağımıza sıçın mən bilər, beqeyrət qəhbələr bilər. Ana sizi qəhbə doğub Hələ gəlir elə bunların anası erməni olub, biz elə bilmişik Azərbaycanlıdır. O apardılar Fransaya, 3000 dənə qızlarımızı apardılar. Ay var yoxsuzlar, sizin papağınızın ortasına leçni mən sıçın bilət dalış balasıyam. Çünki mənim şəhidim çox olub. Allah manafın oxuyan manafın. Yebi olmad, manaf oğlanlarına lifçiklə turisiki giyindirdi, göndərdi onları İngiltərəyə. Mənim talışım onun dədəsinin xarabasında yazmışdı talış. Haranı alırdı talış, yazırdılar talış. Haranı alırdılar, yazırdılar talış. Axırda Şuşanın bayrağını da talış taxtı. Kim var yoxunuzu, kəlmə-i şəhadətinizi də bilmirsiniz. Əşədini də talış dedi məsciddə, əşədini. Şuşanın məscidində əşədini də talış dedi. Amma öləndə indi də Allahı tanımırsınız, Peyğəmbəri tanımırsınız, Əhl-i Beyti tanımırsınız. Öləndə biz müsəlmanlar sizi bastırırıq da. Neyniyək? Vazgeni çağıraq, onu sikin öptürək sizə. Neyniyək? Ay qəhbələr. Vazgeni çağıraq, onu sikin öptürək sizə. Qəhbələr. Bəs sürün də. Mən xəstəliyə düşmüşəm sizin əlinizdən. Nə qədər belə nispravedlivus bu qədər bu dərəcədə ola bilməz. Bu belə bir şeydir ki, mən demirəm ki, gedin İlhamı döyün. Padşahdır da, zülm eləyir də. Hər bir padşahın özünə görə zülm taktikası var. Bizim də bəxtimizdə bu düşüb də. Atası belə dördü, özü belə də. Neyniyə bilərik indi? Neyniyə bilərik? Biz kasıb küsub neyniyə? Gedim İlhamın yanına süpürgə ilə gedim. Deyim, ay İlham, gəlmişəm səninlə savaşmağa. Yoxsa Xakəndazdan gedim. Neylə gedim? Axı dilim var da, dilim var da, mənim bu ilan dilim. Dilinizi çıxardın da, nə olar? Dilinizi çıxardın da. Amin. Sənin ağzıma yapışdırım mən. Yaxşı, mənə rədd eləsin, qəhvə. Xoşun gəlmədi, sikim var yox, baboşun komandasından gəlmirsən, sən göt sikən qəhbələr. Bir-birinizin götün qayırırsınız, sizin var yoxunuzu sikim mən. Pidarazlar bilət, göt sikən göt verənlər. Arvatlarınız qalıb bir yana, götdən doğdurursunuz, bir-birinizin daşşaqlı, ciftə daşşaqlar dəyir bir-birinə eləyir, dank, göt sikən qəhbələr. Məndən bu qədər. Özünü də heç incitmə, başlayıq naxoy biləcək, yayıqsıq mamı yibalım. Əcəb eləyir İlham, bundan sonra İlhamı tərifləyəcəm. Allah yaşasın İlham eləyib, əcəb eləyirsən bilən. Bunlar sikilməlidir bilən, bunların var yoxun sikilmə. Əcəb eləyir İlham, mən bundan sonra İlhamı tərifləyəcəm. Hələ bu xalqı sikilməli millətdir, dibinə qədər bas bunlara. Daşlağacan itələ İlham, pramoy daşlağacan, qozlağacan ged bunlara. Qozlağacan ged, onsuz da danışmırlar. Hak edirlər, qutardı getdi. Mən çıxıram, halım pisdir mən. Çıxıram mən. Davay.
Öpürəm səni Şahla bibi. Var ol. Sağ ol. And ola Allaha bax bu bibiyə o qədər mənim hörmətim var. O qədər qeyrətli qadındır. Hər qadının, yaxud da qadını niyə qoyaq qırağa? Hər götdə oğlanın məsələsi deyil. Çıxab bibinin danışdığı bir dənə sözü, bir dənə cümləni, bax ben o danışdığı bir cümləni dalbadala mirvari kimi düzə belə deyə belə İlham sən qəhbəsən. Deyə İlham sən qəhbəsən. Baba üzünə deyə ki o İlham sən qəhbəsən. Mən öləndə kişi kimi öləcəm. İlham sən öləndə qəhbə kimi öləcəksən. Başa düşdün? Niyə? Çünki sən mənim millətimdən deyilsən. Sən bu milləti ancaq uğraş belə əxlaqsızlığa sürükləmirsən, gənclərimizi narkotika sürükləmirsən və bu günləri də bizim Xocalıda qız gəlinlərimizin qanına girən uğraşsan sən. Sənə paşkədiyə yox deyək. Sənə bağışlanma yoxdur. Yoxdur, heç bir yerdə ola bilməz. Kim səni bağışlayar? Kim səni bağışlayar? Bu qədər sən zülm elən xalqa bağışlayaq səni. Hə? Üzümüzə söyürsən, sən bizim. Bildiyin səhətimizə söyürsən. Qeyrətimizə toxunursan, sən bizim. Ne kadar olar? Olar 1 yıl olar, 2 yıl olar, 5 yıl olar, 10 yıl olar. Ay 23 ildir anamızdan emdiğimiz sütü burnumuzdan pilte pilte getirirsen. 18 yaşlı oğullarımız var idi bizim. Hele anasının yanından teze ayrılmıştılar. Ha. Bunlar hele ana iyi gelir diye bunlardan uğraş. Bunlardan ana iyi gelir diye. Ha. Senin balon çapalasın qabağında İlham belə necə ki mən yanıram ha. Necə ki mən yanıram ha. O balaların hayına yanıram ha mən. O şəhidlərin halına yanıram ha. Balon qabağında çapalasın suka. Yardım eləyə bilməyəsən ona. Pullarım belə səpəliyəsən pullarımı deyələr xeyri yox deyə buna. Buna pul kömək eləmir. Eləmir buna pul kömək. Necə ki mən yanıram içdən. Elə yanıb göynəyəsən İlham. Mehriban Əliyeva. Bax elə yanıb göynəyəsiz. Balalarımız sapalasın qabağımızda. Heç nə yardım eləyə bilməyəsiz onlara. Pullarımız dərman olmasın onlara. Necə ki siz mənim 4000 dənə şəhidimin, kasımın balasını apardınız torpağın altına saldınız. Gəldiniz indi də özünüz Erməni ilə soskalar billət. Soskalar. Soska yığını. Soram deyirlər ki, İlhamı niyə söyürsən? İndi bundan sonra İlhamı söyməyəcəm. İlhamı tərifləyəcəm. İlhamı tumarlayacam ki, nə edirsən bu xalqa? Tık bələmdizə edirsən. Bu xalq ona layiqdir. Bu xalq ona haqq eləyir. Əgər şəhidinin qədrini bilməyən, şəhid ailəsinin qədrini bilməyən, şəhidin bizə bıraktığı əmanətin qədrini bilməyən, qardaş, nə millət qədri biləcək? Nə torpaq qədri biləcək bu adamlar? Hə? Nə torpaq qədri biləcək? Vaqif, ağzımı açmaq istəmirəm, izləyicilər çoxdur. Bunun 100 minini keçirdin də, 611 nəfər adam izləyir bu dəfə. Ki, tıklayın da ekranı. Özüme göre danışmıram. Atama göre danışmıram. Anama göre danışmıram. Ki, size göre danışıram mi? Size göre. Size göre bu boyda hesap getirdirəm mi? O şəhidlərin ruhuna göre ben danışıram. O qazilere göre danışıram. O layiqli qazilərdən gedir söhbət. O əlini itirən var. Günləri uşağını qucaqlaya bilməyən qazini görəndə mənim ürəyim dağlanır. Mənim ölkəmin bir günləri vəsaiti yoxdur ki, gedib qaziyə protez alıb versin. Var axı. Var axı. Bəs necə oldu bu? Nə üçün eləmirsiniz? Bəs bilmirdiniz ki, nənəsi erməni Sahil Babanyanı gəlib sosial müdafiə naziri təyin eləyəndə bu uğraş mənim qazilərimdən qisas alacaq. Ha? Bilmirdiniz bunu. Bilirdiniz. Bilirdiniz və qəsdən eləyirdiniz bunu. Qəsdən törədirdiniz bunları. Qəsdən Azərbaycanlıları məhv edirsiniz. Qəsdən bizim balalarımızı məhv edib öldürürsünüz. Çünki siz uğraşsınız.
Bir qeyrət sən İlham Əliyev. O uğraşın belindən əmələ gəlmisən sən. Bir namus alçaq. Buyur, danış Qardaş, Hasan. çox da əsəbləşməyə qaqayır. Özünü sənin canın səyyəti, bax ki, nə qədər ki deyirik, bu qədər bu Azərbaycan dövlətinin, Azərbaycan xalqının haqq ədaləti yolunda can verən oğlanlara ki dəyər verilməyib. Qardaşım, səhər saniyəsi olsa heç kim vallahi heç belə dilinə də gətirməyəcək. Öz səyyətini biraz qoru. Bir də bir söz deyim. Bayaqları Şəhla xanım deyir ki, bunun atası belə olmuyor. Qardaş, bugünkü gün bu rejimin təməlin qoyan el onun atası olub da. Azərbaycanın fəal oğulların 20 noyabrda vertolyotda şəhid eləyən el onun dədəsi olub da. Kim olubdu? Hə, elə bugünkü gün bu rejimin bünövrəsini qoyan o olub da. Təşəkkürlər. Ramil, xoş gəlmisən. Buyur, danış. Salam qardaş, salam. Mən də eşitdim. Bu nə cür şərəfsiz adamdır ki, Xocalıda uşaqlarımızı, qadınları min zülüm verib qadınları soğulayan, uşaqları diri-diri yandıranı bu günləri əhv edir. Gör nə qədər Azərbaycan siyasi məhbus var, onları məhv eləmir çünki onlar sözün düzündür, amma qohumlarıdır da, özü ermənidir də bu. Başa düşürsən, bu özü ermənidir. Bu şərəfsiz, vicdansız, qeyrətsiz, namussuz özü ermənidir. Azərbaycan xalqını öldürənləri, Azərbaycan xalqını zülmləyənləri bu günləri azad edir. Onlar da Ermənistana qəhrəman kimi qayıtır. Oysa bu Azərbaycan xalqının bu günləri Ermənistan xalqı qarşısında məğlubiyyəti deyə qardaş. Bu bizi qazilərimizə sən vurğuladın. Baş şəhidləri ailələrinə, qazilərimizə, Azərbaycan xalqına olan hörmətsizlik. Bundan artıq İlham Əliyev nə etməlidir ki, biz ayağa qalxaq? Nə etməlidir İlham Əliyev? İlham Əliyev bütün qırmızı çizgiləri çoxdan keçib. İnsanın Azərbaycan xalqının mənəviyyatı, Azərbaycan xalqının hissləri, Azərbaycan xalqının dəyərləri heç bir umurunda deyil. Hamısını tapdıyıb keçir. O da şərəfsiz, o da vicdansızdır ki, adam söz tapmır. Hansı bir sözlə, hansı bir cümləni Azərbaycan xalqına başlasan ki, bax bu cür bu şərəfsizdir, bu cür bu qeyrətsizdir. Bu bizim düşmanımızdır. Bizim ermənidən böyük düşmənimiz yap hakimiyyətidir, yap hakimiyyəti. Azərbaycan xalqını məhv edən, Azərbaycan gəncliyi məhv edən, Azərbaycan dəyərlərini məhv edən, Azərbaycanın igid övladların getdi o Qarabağ, 2-ci Qarabağ savaşında biz bu qədər şəhid verməli deyilik. Bu qədər şəhid hamısı İlham Əliyevin işləridir. Bu günləri İlham Əliyev onun komandası Azərbaycan xalqını məhv etməklə məşğuldur. Onların başqa düşüncəsi, başqa fikri yoxdur. Bax, Azərbaycanın ən dəyərli olan şəhidləri, qazilərinə qarşı bu günləri edilən haqsızlıqlar. Sən Orxan bəy vurğuladı Sahil Babayan. Sahil Babayan ermənidir, hə? Nə Sahil Babayan? Bu Sahil Babayandır. Gətirdilər, qoydular hara? Düz azilərimizə, şəhid ailələrinə yardım olunan fondun rəhbəri. Ya bu adam şəhid ailələri, qazi ailələrə baxmır. Bu adam heç kimə baxmır. Bu düşüncəsi Azərbaycan xalqının mənəvi cəhətdən məhv etmək. Avropa bizə paxıllıq edir. Bu günləri Ermənistanda olan demokratiya, Ermənistanda olan söz artıq Azərbaycanda yoxdur. Ermənistan bizə belə paxıllıq eləmir. Nəinki qaldı Avropa. Görün ki, Ermənistan nə cür siyasi tapar ki, Azərbaycandan dünya tərəfindən tanınmış cinayətkarları qaparır öz torpağına. Bu çurban İlham Əliyevdir, şərəfsiz İlham Əliyevdir. Var yoxsa İlham Əliyevdir, onları göndərir. Bunda xalqa hörmət yoxdur. Bu dərəcədə olmaz. Qazi qalmadı, ağsaqqal qalmadı, uşaq qalmadı. Hamımızın haqqı yedi, tapdadı. Vətən anlayışı qalmayıb daha bizdə. Vətən sevgisi qalmayıb bizdə. Azərbaycan gəncləri bu nə vətəndən qaçmaq istəyir, getmək istəyir. Heç kim Azərbaycanda yaşamaq istəyir. Bərbad qoyub Azərbaycan, Xarabaxanaya qoyub. Bugün sabah da adını dəyişib Heydərabad qoyacaq. Bunu bünövrəsini qoyan qardaş yaxşı vurğuladı. Heydər Əliyevdir. Bunu hamımız çox yaxşı bilirik. Bu şərəfsiz insan qoydu bunu bünövrəsi. Söz tapa bilmirdim. Allah'ın adam əsəbindən söz tapa bilmirdim. Elvin, xoş gəldin. Salam aleyküm dostlar, salam verəm. Buyur, Ravi davam elə. Mən söz veriləm, başlayacağım. Davam eləsən, davam elə. Adam əsəbindən heç danışa da bilmir. Nə deyəsən, nə tər anlatasan dərdi, içindəki necə başa salasan bu xalqa, millətə.
Salamlayıram değerli dostlar, hər birinizi. Burada həqiqi qismdə, yəni həqiqi müxalif qismində olan insanların hər birinə Allahın salamı olsun. Mən bayaqlarda Orxan qardaşımız sağ olsun, mənə YouTube-a dəvət elədi, kanalına çıxmışdım. Bu İlham Əliyev şərəfsiz, bu alçaq, bu imbezil, bu debil oğlu debil, bunun dədəsi Oğraş. Corbacor, lənətullah 69-dan bura, dədəsi ilə bir yerdə, dədəsi 69-dan bura gəlib, sonra girib Marazilkaya soxublar bunu, dürtüblər ora bu Oğraşı. Ondan sonra gəlib bu xalqın qanını ağlamağa, qanını içməyə. İlham Əliyev bəs sizdə rədd ol da, dezertiv Çopayoğlu, üzdən İraq Çopayoğlu, konçinli narkoman tavanı sönən Oğraş. Rədd ol da bu xalq istəmir də səni. Bu xalqdan nə istəyirsən? Şərəfsiz. Şərəfi error verən Oğraş. Şərəfi erməninin olan Oğraş ilə özü də ermənidir. Bu ermənilər dostlar, Allah'a şükür ki, məndən də yaxşı bilirsiniz ki, bunlar anası ilə tanınıb. Bu Heydər Oğraş, bu dədəsi Yezdi Kürt olsa da bunun anası ermənidir. Bunların toxumuna lənət. Allah'a and olsun, Qurana and olsun. Mən də bilmirdim, tezdən Orxan qardaşımız danışanda dedi ki, bəs belə-belə. Qurana and olsun, adam nəsəbi. Orxan qardaşımız, digər dostlarımız, mən indi qatılmışam, 3 dəqiqədir, 5 dəqiqədir. Ona görə bilmirəm də, yuxarıda kim var, aşağıda kim var. Valla. Yəni, hər birinin mən sözünə dəstəyəm. İlham Əliyev bizim xalqımızın düşmənidir. Bu xalqın, bu millətin düşmənidir. Oğraş, rədd ol da, qırıl da bu millətin başından da. Bu millət öz günün, öz yüzarının. Elmi, üzr istəyirəm. Buyur Orxan, buyur. Bu Oğraş bu illəri vətənə xəyanət edib. Başa düşürsən, məsələ nədir? Bu elə belə məsələ deyil ki, bu Xocalıda bizim qız gəlinlərimizi zorlayıblar. Bir Allah Şəhlabi bir səndən qabaq çıxdı bura, Rabildən qabaq çıxdı bura. Dedi ki, Xocalıda bizim 3000 qızımızı bu var gətirib Fransaya. Orada bunları satıblar, nə ediblər, sonra bizə qarşı bunları vuruşturublar. Sən təsəvvür edirsən bu nə məsələdir? Bu Oğraş bir namus güya bilmirdi ki, bu Tüvalyuqa, bu heç vaxt terörist azadlığa çıxa bilməz. Bu mənim xalqımın qanını içib. Bu mənim körpə balalarımı doğrayıb. Zor balayandı, nə Oğraşın balasıdır. O koca köpeği tutub gətirməkləri lazımdır. Onun ağzını zırmaq lazım. Bunları TTK'nın padvalında lüks otağında saxlayan İlham Oğraş idi də, kim idi? Həmin İlham Əliyevdir. Vallahi həmin İlham Əliyevdir ki, bunlara kətə idizdirən, bunlara nə bilim, nə idizdirən. Həmin bu ermənilərin tulası, qohumu, ağrabəsi, öz qohumu ağrabəsini qovlayır da. Bu Heydər Əliyev də o vaxtı corbacor deyib ki, Fərəz Quliyevə və digərlərinə, axı siz bizim xalqımızdansınız, yoxsa qüdrətə deyib, bilmirəm, indi qarışdırmıram. Qüdrətə deyib. Rəhmətli, çünki onu danışırdı Vidadi İskəndərdir ki, axı siz bizdənsiniz, siz bizi, bu xalqı deyib, bu xalqı qoymaq olmaz, oyanmağa, bu xalqa çörək vermək olmaz. Bunun dədəsi cındır, bu gey Oğraş, üzdən İraq Çopayoğlu, belə deyən, qardaş, bu balası da həmin zibil olacaq da. Bu dədəsi, dədəli balalı bu Oğraşlar heç biri hərbi xidmətdə olmayıblar. Bunlardan nə gözləyəsən Orxan? Bu Oğraşlardan, bu konçinli dişovka tavanı Lütfi Topalın qabağında sənin Oğraşdan nə gözləyəsən? Bu zaten bizim xalqın düşmənidir. Bu xalq özü, xalq, bu İlham Əliyev it balası kimi qorxaqdır. Özümüzə çəkin düzən verəyin, qalxaq onu yağadan nə olar? Valla mən atamın haqqını tələb eləmirəm burada. And olsun Allah'a, özümün haqqımı tələb eləmirəm, özümün haqqımı tələb eləməklə bir də sizin haqqınızı tələb eləmirəm. Yəni özümə qalsa özüm Avropa dövlətindəyəm, yəni Almaniyadayam, mənə necə lazımdır Allah'a şükür baxır. 5-dən aşağı yoxsa onunla yuxarı yox, şükür Allah'a, min şükür.
Bu İlham Əliyev qardaş erməniləri birbaşa dəstək verir. Orxan, yəqin ki, hamı eşidib, sən də eşitmirsən, həmin bizim o əsirlikdəki ana bazılarımızdır ki, Ermənistandan əri yollayanda əri pakovkalarının yeşiklərinin içində məktub yazıb yollayıb. O gəlib Pakrovdakı bazardakı Moskvada, yoxsa bilmirəm hansı bazarda, çünki bu Fututsi yox Bilirəm, etdi o an. bilirəm, Yəni hə. o şeylər hamısı aşikara çıxıb da, qardaş başa dönüm sən. Bu zındır da bu hakimiyyətdə, bu şərəfsiz də, deyəndə deyirlər söyüş. Bu İlham Əliyevin elədiyi hərəkətlər, bəs bizə söyüşdən, bugünkü yediyi qələt, elədiyi qələt. Bəs bu söyüşdür, mənim qardaşım, mənim bacım. Adamın ortasından partladır. Allah'ın da olsun adamın ortasından partladır mı bu şerefsiz uğraştığı? Ay bəs sürün qalxaq onda ayağa. Ay Qarabağlı, ay Bakılı, ay Aranlı, ay Dağlı, ay Qəbrli, ay Şimallı, ay qalxaq onda bu uğraşı ay istəmir ki adam ağzından başqa söz çıxarsın. Allah haqqı adam danışanda da əsəbinə adam hakim çıxa bilmir. Quran haqqı. Bu danışan adam, izləyicilər, yeni qoşulanlar, xahiş edirəm ekranı tıklayın. Bu danışan adam gözdən əlildir ya sizinlə danışır. Yəni bir günləri Almaniyada gözdən əlil danışır ha bunu. Gözləri görmür insanın ha. Amma adam bilir ki onun vətəndaşları vətəndə əziyyət çəkir və bir günləri Xocalı hadisəsi kimi hadisə, qanlı hadisə. Hansı ki biz onu unuda bilmirik illərdir. Bizim gənclik dövrümüzün qəlbimizdə iz salan hadisələrdə bizim pokoleninin də 80 hər bir kəsin söz yox. Prosta yəni 80-dan 87-yə kimi, 88-ə kimi daha bu şeyi daha necə deyim, yaxından dərk eləyən pokoleniyik də biz. Düzdür, hər bir kəsin bu qəlbində isə. Amma bizlər, məsəl üçün, bu Xocalı hadisəsinin, həm də 20 yanvar hadisəsinin, Allah'ın da olsun, o hər 20 yanvarda, o matəm günlərində, o necə deyim, o nə deyirlər o muğamda bir interesin yanıqlı segah üstündə. Yəni o adamın Allah haqqı qəlbini dağladır. Biz Azərbaycana geçsək. Bizdə Azərbaycanda türmədə bu qəhbədən əmələ gələnlər var, o bəziləri. Onlar bizim dərimizi soyub üstümüzə duz səpərlər. Quran haqqı. Allah'ın da olsun. Amma ermənin ki Azərbaycan xalqına törətdiyi vəhşilikləri, günləri DTX-nın padvalında kofeleri, çayları, dəstgah, televizorları, kitabxanaları, PlayStation-dan belə, PlayStation-dan belə. Ay ki, bunlara hər cür şərait yaradıb biz balalar, bu hakimiyyət, o uğraş başda İlham Əliyevlə. Qardaş, biz getsək, bizi yox eləyərlər. Başa düşürsən, niyə? Biz öz millətimizi yaxı, Azərbaycanlıyıq biz. Biz Azərbaycanı, günləri azadlığını istəyirik, günlər Azərbaycan xalqının yaxşı yaşamağını istəyirik. Biz bu İlham Əliyevsiz Azərbaycan istəyirik. Ay Ezan, gəl sən gətirim səni xaricəyə. Gəl sən burada mənim danışdıqlarımı danış. Aç sifətimi mənim danışdıqlarımı danış, görüm nə qədər çatacaq sənin hünərin. Yox edən xaricdə Yəni olanlar bu da adam baxın. bilir ki, Azərbaycanda demək olar ki, Almaniyada yarım milyona yaxın Azərbaycanlı var. Yarım milyona yaxın. Onu deyirdim Rabilə. Və bu həqiqətləri görəsən kimlər söylüyor? Və görəsən kimlər söylüyor? Biz hələ bir ki Azərbaycanda danışmamışıq. Biz Azərbaycandan danışmışıq. Azərbaycanda zülmlər görmüşük. Mən şəxsən Xaçmaz polis şöbəsindən vurmuşam, qulağım pərdəsinin biri işləmir. Yəni sən əgər özün qorxacaqsansa, sən özün hünəri çatmırsa, sən öz ölçünlə cəmaatı ölçmə. Sən ölçün bu dərəcədə. Pırım Əliyevlərə bir hakimiyyətinə, pırım onların idarə etməyinə. Bu şərəfsizlər. Bu bir... Bir dəqiqə deyəndə görürsən danışırlar, salam əleykum. Bircə dəqiqə deyəndə. Reqlamət qaydaları yoxdur, efir mədəniyyətiniz yoxdur, sizin. Adam söz danışır, adamı belə sözünü bölürsünüz, salam əleykum. Bir dəqiqə deyəndə, o mənim əzizim. Onsuz da belə Əliyevin əlindən belə bütün belə başımız gedib sənə gəlib diyamıza. Görsən adam söz danışır. Adam başına gələn işgəncədən danışır. Salam əleykum. Əleykə salam. Buyur. Danış qardaş. Sən danış, sonra biz danışarıq.
Qardaş, bu millət hələ ayılmırdı mı və bizim şəhidlərimizin plakatı kəsiləndə Erməniyə nefti Azərbaycandan ucuz verəndə bu millət ayılmırdı ki, bunun axırı haraya gedir? Bu millət Qardaş hələ də gördüyün kimi yatır. ayılmır da. Qardaş, bu millət hələ də yatır bilmir ki, bizim dövlətin başında oturan kimlərdir? Bunlar hələ öz qorxu vahiməsində otururlar. Ay Orxan. Can. Can Orxan. Hadi niye Can, qorxu canın var? şirin olsun qadası. Günləri bu diye bu uğraş günləri Almış- vətənə xəyanət eləyib. Qurban olum sənə. Bunun adı var. Vətənə xəyanət. Qadı getdi. Bu adam o ülkəni idarə edə bilməz bundan sonra. Yəni özünə hörmət eləyən vətəndaş ona imkan verməz ölkəni idarə eləsin. Budur sözümün canı. Elədir qardaşım, elədir. Düzdür, dəqiq düz deyirsən. Bu Düzdür. şərəfsizin tek bu Bizim dedi bu şərəfsiz çox nə qədər rahat siyasi diye. məhbuslarımız Qardaş bu çox rahat. Ya adam bilirsən, çox rahat hərəkət edir. Heç nə erməni qorxmur millətdən. Millətdən qorxmur, xalqdan qorxmur, cəmaatdan qorxmur. Ya bu o dərəcədə rahat hərəkət edir ki, elə bilir ki, öz evində neysə bir yeri şeyin dəyişdi. Yəni bir stəkanın yerini dəyişdi, qapının yerini dəyişdi. Adam o dərəcədə rahatlaşıb, rahatlaşıb. Yəni ki, Azərbaycan xalqının əlindəki oymaq kimi oynayır bu adam. Bu adam ürəyin nə istəyir? Azərbaycanın sərvətini tanıyır. Kimə istəyir, nə qiymətə istəyir satır. Azərbaycanda şəhidlərə hörmətsizlik edir. Azərbaycan qadınlarına hörmətsizlik, Azərbaycan uşaqlarına hörmətsizlik edir. Təsəvvürün Xocalı qırğını dünya tərəfindən tanınmış bir soyqırımdır Azərbaycan xalqına qarşı. Oran iştirakçılarını sən həbs etmisənsə, o demək burada çürüməlidir. 15 il iş verir, qardaş. Bir adam öldürənə 15 il iş verirlər. Bir adam öldürən normalda ömrü boyunca həbsxanada yatır da, ömürlük verirlər. Bu gör, nə qədər uşaq qatilidir, bu nə qədər qadın qatilidir. Müharibə zamanı əsgər öldürübsə başa düşülən bir işdir. Bu buna ateş açır, bu buna ateş açır. Bu əskəri vurdu, öldürdü. Amma sən əsir tutmuş, əskər də oldu, öldürsən yenə başa düşərdim. Əskərdə vurdu, öldürdü. Sən əsir tutmuş uşaqları, əsir tutmuş qadınları, yaşlıları öldürürsən, yandırırsan, turbaya salıb keçini odun üstündə yandırırsan, qızartırsan belə pis çıxmasın. Və sən tuturam gəlmirsən, həbs olmusan. Azərbaycan hərbiçilər bunu həbs deyib gətirib 15 il verən hakimin dar yoxuna oturur. Onu oradan çıxartan, onu orada nə bilim, qayğısına qalan, onun oradan getməsinə kimin qolu, kimin bir balaca olsun şey varsa, onun var yoxuna oturur. Onun şərəfinə tüpürüm, onun var yoxuna tüpürüm. Bu bütün Azərbaycan xalqının körpəsindən tutmuş yaşlısına kimi olan ölməsizliyidir. Yazıb ki burada tərbiyəli danış. İlham Əliyevin elədiyi Azərbaycan xalqını söysəydi ondan yaxşı idi. Bu ilə o elədiyi. Danış qardaş, danış. O biz arada deyirik, Tərif Şurası, o Tərif Şurası kimdir? Bu Dəyiz Köpoğlu qiyməti qaldırmasa, ya bu Dəyiz Köpoğlu nəyi əmir verməsə, Tərif Şurası kimdir? Ondan sonra deputatlar kimdir? Hamısını eləyən budur. Bu millət niyə ayılmır ki, bizim bu boyda nə qədər şəhidlər verdik və biz qələbə çaldıq, sevindik və bunların qanı, ahı, vahı har yetdi və yaxşı. Bu gün də onlara neft verdik ki, alayın nefti yığın, birazdan da hücum eləyin üstümüzə gəlin, həmən neftimizlə özümüzü müharibə eləyin, gənə müharibə eləyin, görünə qarıysınız. Başıma dönüm, həmin neftin, həmin yanacağın sayəsində bu günləri Ermənistanda yanacağın qiyməti 30% başağı, amma bizdə birinin qiyməti 10% qalxıb, 10 qəpik qalxıb, o birininki 5 qəpik. Amma millət üçün bu söyüşdən də betərdir. Millət üçün bu utancdan da yerin dibi deməkdir. Əlbəttə ki, İlham Əliyev, Ravil qardaşım, millət xalqdan qorxmayacaq, xalqı saymayacaq ki, bir halda ki, Sabirabad rayon başçısı Oğraş Siracəddin Cabbarov deyə şəhid yoldaşı onun qəbuluna gedəndə, yanına gedəndə deyib şəhid yoldaşıyam. Şəhidin yoldaşıyam deyib filan şeyimə kimi. Üzr istəyirəm buradakı ana bacılarımızın. Amma valla bu belədir. Onun var yoxuna oturun. Onun nəslinə oturun. Nə deyəsən belə adama da? Onun şərəfinə tüpürüm. Heydərin bu Heydərin tərbiyəsidir də bunlarda. Heydərizmin tərbiyəsidir.
oğra şeylərin tərbiyəsidir. Ana bacılarım, sizdən dönə-dönə üzr istəyirəm hər birinizdən ki, hər birinizdən dönə-dönə üzr istəyirəm. Mən ağzımdan çıxartdığım sözlərə görə, çünki mən aqressiv adamam da, neynim Allah haqqı özümə əl ala bilmirəm. Quran haqqı ala bilmirəm. Danışmıram, ürəyim partlayır, danışıram, yenə də yaxşı olmur. Həmin oğraşdılar da bu İlhamın tərbiyəsinin, İlhamın psixologiyasında olan adamlardır hər biri. Üzr istəyirəm. Peysərlər. Salam, salam Azərbaycanda bu qardaşlar. alçaqlığı, bu oğraşlığın təməlin qoyan Gorbagor Heydər Əliyevdir. Bəli. İlham da onun davamçısıdır. Bunun aynı bayını yoxdur. Kimsə gəlib deməsin ki, Heydər Əliyev yaxşı idi, oğlu belədir. Bu o köküstə bitər. Bunun təməlin qoyan görünə pox olan Kisəçinin oğlu Heydər Əliyevdir. Qırxım Şikəlirzanın o törəmələrdir. Şərəfsiz. Avropada oturmuşsunuz, oturmuşsunuz, Avropada danışırsınız. Avropada oturmuşsunuz, cındır fahişə yığını. Anasın bayısın tanımayan, zinadan əminə gələn o oğraşlar. Avropadan danışmaq hasaddır. Gəlin danışın da. Oğraş Bak, yığını. bak bir dənə statik fərq deyim sizə. Azərbaycan nefti gitməmiş qabaq Ermənistanda neftin, benzinin qiyməti təqribən 2 manat 22 manat 10 qəpiyə arası idi. İndi 1 manat 85 qəpiyə düşüb. Yəni bu nefti bir neçə il bundan qabaq düşman olan Azərbaycan dövlətindən alır. Amma bu neft bizdə çıxır. Biz istehsal edirik. Bu xalqın, millətin sərvətidir. Bu neft üçün, bu torpaq üçün fərqi yoxdur. Neft, burada nə hər şey daşın olsun da belə. Onun üçün biz qanımızı, canımızı bahasına qorumuşuq. Və bu günə gəlib çıxarmışıq. Onların başa düşdüyü də axı Azərbaycanda bu qədər beqiriyyət olmayıb. Əliyevlər gəlinə artır da qardaş. Əliyevlər gəlinə artır. Onun başa düşdüyü də amma olmayıb da hardadır bu qədər nəyə yığıldı ki? Azərbaycanda zavod açılıb, cicdillaq bıraxır bu zavod ancaq. Ay sənə qurbanlı bir dəqiqə olar. Ay Xocalılar, siz hardasınız? Sizin qatilinizi İlham bıraxdı bu günləri. Siz hardasınız? Qalxın biz də sizin dalınızda. Siz qalxmışdınız o vaxtda, biz də gəldik də. Bəs siz indi hardasınız? Vəzifə aldınız, hərəvi sahib oldunuz, Bakını zəbt elədiniz. İndi qalxmırsınız, amma sizin qatilinizi bir günləri İlham bıraxıb. Azadlığa bıraxıb, Sizin anavız, bacımız, nə bilim, xalavız qızları, nə bilim, bibi qızları öldürülüb, dayı oğlanları öldürülüb, nə bilim, əsir aparılıb. Niyə səsiniz çıxmır, Xocalılar? Biz nə qədər danışaq, mən Bakılı, nə bilim Talış, nə bilim Ləzgi, nə bilim nə bilim. Bəs siz hardasınız? Vəzifə, yəni unutturdu sizə onu. Pul unutturdu sizə onları. Hər birinizin əmisi oğlu, dayısı oğlu, nə bilim, bibisi oğlu, nə bilim. O qiyamda əziyyət çəkib, ölüblər. Zülüm çəkiblər. İndi də İlhamını bıraxıb azadlığa. Siz buna necə baxırsınız? Nüşicanla baxırsınız? Sizə deyim ki, nüşicanınız olsun, ya İlhama deyim ki, nüşicanı yedin. Bunu da yedin. Bir durun da sözümüzü deyin də. Gəlin qoşulun bura. Deyin ki, mənim də xala oğlum idi. İlham, sən indi necə onu bıraxırsan? Nətər ona azadlıq verirsən? Mənim başım çıxmır, humanistlik budursa. Sən bəs bizim qiriyyətli uşaqlara niyə o humanistlik eləmirsən?
Benzini Teşekkürler abi. İstəyirsən versin. adi bir dənə söz deyim. Bircə Başlayım. dəqiqə, abi, Tamam abi, oldu. bircə dəqiqə. Gəlin reglamentləri pozmayaq. Buyur, deməli, nə idi profilin adı? Bir aralar yazmışdım mənə ki, icazə vermədi Vaqif kişidən sonra danışım. Buyur, danış. Vaqif kişi, məndən yaşda böyük olarsan, Vaqif dayım. Gəl belə deyək də, bax, bugünkü gün bu Azərbaycan vətəndaşına olunan dövlət başçısı tərəfindən xəyanət, mən Qarabağlı bax, öz profilimdən qoşula bilmədim. Kimisə telefonla alıb ondan qoşulmuşam ki, mən sözümü deyim. Mənə yeri gəlsə mən Qarabağdayam. Mənə deyirlər ki, yeri gəlsə müəyyən adamlar deyir ki, getir niyə öz həyatını yaşamırsan, niyə çıxıb deyirsən, niyə səhərsi günü belə olacaq. Hər bilirsən nətərdir. Bu Azərbaycanın bugünkü gün bu bərbad vəziyyətində olan bir gündəmi bölgələrə bölüb demək lazım deyil ki, bu xəyanət bütün Azərbaycan vətəndaşına olubdur. Mənim əziz qardaşım, mənim əziz dayım. Bax, bugünkü gün Azərbaycanda aclıq bütün regiondadır. Bugünkü gün Azərbaycanda bütün xəstəliklər, rakdır, şəkərdir, düşüb 15 yaşında uşaqlarımıza yayılıb övladlarım. Bu bölgə sırası qoymur. Bunu hər bir Azərbaycanlı deməlidir. O susan adamlara da nə deyə bilərik? Susan adamdakı bir geriyyətdir. Nə bilim, bir bax, bugünkü gün Talib Bağırzadə kimi bir haqq sözün deyən qardaşımızı tutub içəridə nə görüş verirlər, nə sözün deməyə qoyurlar. Amma Xaçaturyanlara çayla məhkəmə verirlərsə, qardaşım, bu bölgəyə baxmır, bu həmişə balıq başından iylənir. Milləti də ki, yatırdıflar, millətin gözün 2003-cü ildə qırdılar. Milletin içine saldılar təşvişi, milleti onda gözün kırdılar. İl ildən də bugünkü gündə bütün dünyada en büyük bir silah medyadır. Azərbaycan telekanalları, Azərbaycan bütün medyaları bu hakimiyetin lehine işləyir. Kardeş, onun problemi biz belə deyəndə ki, bax deyək bir ötəri bir Qarabağlı bura girib burada görəndə ki, Qarabağlıları söyürlər. O onda negativ yaranır. Onda əks bir fikir yaranır ki, bu demək lazım deyil. Mən burada Qarabağlı adından danışmıram. Mən ancaq öz millətimin, öz gələcək nəslimin, Azərbaycan vətəndaşımın haqqı üçün danışıram. Asiya, burada Qarabağlını, Yaharalını söylən olmuyor baxı. Yox da deyirik ki, bax məsələn, hanı Qarabağlıların gənə deyirəm. O sakit duranın Allah belasını versin. Hə də bax, həmin şey gəlmirsən, xoş gəlmirsən, mənə ləzzət elədi, həri. Gəlməlisən, sən burada olmalısan. Sən deməlisən, sən indi gəlmirsən, Allah canını sağ eləsin. Hər birimiz olmalıyıq, Vaqif dayım, hər birimiz olmalıyıq. Ən böyük udar sizə olub da. Vallahi bugünkü xəyanət təkləri olmayıb. Bütün Azərbaycan niyə olubdur? Vallahi bütün Azərbaycan vətəndaşın olub. Talışından tutmuş, Nardaranına kimi. Bax, bugünkü gün Nardarana giriş-çıxış, Məştağıya giriş-çıxış blokadadadır. İndi deyək ki, Bakırlar ona Məştağalılar niyə sur? Məştağa Nardaran kimi də Azərbaycanın dini, Azərbaycanın yəni belə bütöv bir cəmiyyət birliği olan bir bölge yoktu. Kardeşim bölgeye bölmeyek. Azerbaycan hakkı. Bir daha Azerbaycan hakkından danışın. Gözlə, bircə dəqiqə, reglamentə uyğun hərəkət edək. İlkin salam, xoş gəlmişsən. Buyur, salamlayırıq, xoş gəldin. Salam qardaş, vallahi elə şokdayam. Allah'ın olsun bilmirsən hardan başlayırsan. Qardaşım Allah canı sağ eləsin. Biraz belə həqiqətən biraz elə bir ki, ürəyimə biraz su səpdi, nə mənada. Çünkü bizim bu hakimiyetin bizim xalqın üstündə ən böyük qələbəsi odur ki, bizi bölgələrə bölmək, bizi nə bilim də bu birinci parçala hökm sür də. Bunların bacardığı odur ki, parçala hökm sür. Ancaq ki bu belə eləyib də. Bunlar bir neçə ay bundan qabaq mənim o xanımdan xoşum gəlmir, o Səidə Bəkir qızından. Bir dənə söz atmaydan gördüm ki, belə maşallah olsun. Qarabağlılar orada da ki hara açıb baxırdın, hansı efiri açıb baxırdın, görürdün ki o müzakirə, Facebook partlayırdı da.
Ancaq ki, belənçinə belə qardaşımız kimi insanlar bu günləri nəsə az rast gəlir mən sosial şəbəkələrdə, yəni Qarabağlıların aktivlikləri. Mən yenə deyirəm, mən bölgələrə bölmürəm. Bu bizim bütün xalqın belə bəlasıdır. Belə həqiqətən necə mən bir söz necə deyərdim? Bu siyasi məhbusların sayını çoxaldanda fikirləşirdim ki, yəqin nəsə bu bazarlıq üçün, zat üçün, yəni ki, bu hazırlaşıb ki, bu erməniləri valla belə də özüm düşünürdüm ki, yəqin ki, bunun fikrində belədir ki, bazarlığa gedəcək. Ona görə siyasi məhbusların sayını çoxaldır və axırda da bu ermənilərlə əlaqədar nəsə belə bir şey eləyəcək. Ancaq bu günləri bunu durub belə bir şərəfsizcəsinə, nə bir deyək də heç olmasa o deputatxana aydın məsələdir. Deputatxanada kimlər oturub? Heç olmasa da yalandan xala xətrün qalmasın, nəsə bir dənə belə manipulyasiya eləyəydi, deyəydi, nəsə belə bir şey. Onu da görmədik. Onu da görmədik. Heç olmasa bir referendum, fason nəsə belə bir şey fikirləşərdi, keçirdərdi ki, Azərbaycan xalqı bunları siz bağışlayırsınızmı? Bunları bağışlamaq ümumiyyətlə olarmı? Məşhur o filmdə deyilən kimi. Bunları bağışlamaq olarmı? Deməli belə də bu bir söz necə? Heç kimsiz, siz 10 milyon xalq, heç kimsiz. Həqiqətən də mən nəyi, nə vaxt, necə, özüm bilərəm də mən nə istəyirəm onu özüm bilərəm. Bu nə deməkdir? Bu hara yaraşır? Həqiqətən belə oturub fikirləşsəm, bunu eşidəndən sonra belə yer tapa bilmirəm. Özümdə partlayır, ürəyim bir dəqiqə həqiqətən əsir ürəyim. Həmin vaxtdan ürəyim əsir. Yazıram da, pozuram da, ürəyim əsir ancaq. Nə bilim, nə deyəsən, nə danışasan, nə eləyəsən. Ancaq bəla xalqımızın bəlasıdır, faciə xalqımızın faciəsidir. Yəni buna xalq göz yummamalıdır. Bu bağışlanan, bu söhbət namus qeyrət söhbətidir. Namus söhbəti hər birimizin ailəsinin içindədir. Bax, bu namus söhbəti hər birimizin ailəsinin içindədir. Burada heç kim fikirləşməsin ki, burada Qarabağlılar belə olmalı, belə olmalıdır. Bəli, aydın məsələdir. Biraz da onlar aktiv olmalıdır yeri gəlmişkən. Ancaq ümumi Azərbaycan xalqının bu faciəsidir. Bu şərəfsizin tutduğu bu hərəkət. Məndən bu qədər. Vaqif bəy, buyurun. Onlar buradakilara bir dənə söz soruşum. Bu Qarabağlı qardaşım danışdı da, Allah köməyi olsun. İnanırsan, mən sevindim. Sevindim, Allah sənin canını sağ eləsin. Ay Qarabağlı, indi adımı bilmirəm orada. Amma Qurana and olsun, siz aktiv olmalısınız, siz deməlisiniz. Biz də sizə dəstək. Valla Qurana and olsun, nə bilim, əhsən sənə. Deməlisən. Biz deyirik, sən də deməlisən. Sən bizdən də üstün deməlisən, deyinən. Biz də sənə dəstək. Sağ ol Vaqif bəy, çox sağ ol. Eləyirəm də, nə əlimdən gəlir o dəstəyi də eləyirəm. Allah köməyin olsun. Allah köməyin olsun. Yəni budur, bizim də istədiyimiz budur. Niyə o mənim axşımdır? Qınaq obyekti olmalıdır. Yəni ki, bu hamısı bir-birinə qonşu fikirləşməlidir. Hamısı deməlidir ki, bu nədir, sən nəyə susursan? Bundan artıq nə olmalıdır? Başa düşdü, Yasamaldan gəldilər, Tursun Maykay'dan evdən apardılar. Nə bilim, saymaydan qutarmazlar. Bu günlər bir dənə də temaya toxunum da mən. Yadınızda deyil, bir neçə il bundan qabaq o söyüdlü məsələsi oldu. O şəhid anasının gözünə polislər o qaz balonu vurmaq. Gədəbəydə. Bu günləri görürüz, bu şərəfsiz neyinir? Bu günləri həmin o yataqları, bəli, Filiz dəmir yataqların, həmin o firmanı, Rıza kimdirsə o İranlı, onu aparıb orada, ölməli Heydər Əliyev o vaxtı o bağlayıb onlardan o müqaviləni. Bu günləri isə qalan o güya ki bizim şəhidlərimiz, güya ki deyəndə bizim şəhidlərimiz, bizim qazilərimiz azad edilmiş torpaqda, özləri içində, torpaqları da özlərindir, yerin altı da bularındır, üstü də bularındır, hər yeri bularındır. Bunun nə xeyri var? Gəlin özümüzü allatmaya qoyun, biraz ağlımızı başımıza, özümüzə çəki düzən verək. Bunun harası bizimdir, nəyə alınıb? O torpağa sən gedə bilirsən, sən necə gedirsən o torpağa, sən viza alıb gedirsən o torpağa.
Necə gedirsən? Səninlə o sərvəti sənindir. Heç zadı sənindir. Necə ermənilərdəydi? O ermənilərdən keçib bu ermənilərə. Başqa heç bir şey yoxdur burada. Yalandan nə alır? Torpaq alır. Ben nə edirəm o? Mənə lazımdır. Yalandan adı olsun nə torpaq. Özüm uşağam. Mənim 3-5 yaşım var. Özüm alladım. Mən torpaq aldım. Yox, 2 gözüm var. Torpaq aldım. Nə alındı? Heç zad alınmıyor. Nə xeyri var? Anladın, basıb bağlamıyor yalandan, başımızı xarab eləmiyor. Nə bilim, torpaq alınıb. Yaltaqlara deyirəm, yaltaqlara, trollara, yaltaqlara torpaq alınıb. Dəysin o alınan torpaq üçün təpüzə elə, yalandan yaltaqlıq üçün. Torpaq alınıb, orada yaxşı 72 sabun çıxır, sürtüz başda biraz da rahat giriz içərə. Torpaq alınıb. Qardaş, Nə günlərə qaldı ya biz. Bu buraxmalar hardan gəldi? Bağışlayın, bir kəlmə söz deyim. Bu Xaçaturyanın məhkəməsində 15 il verəndə ən azından Xocalılar biraz olsa aktivlik göstərib etiraz etməlidir ki, buna ömürlük verilməlidir. Əgər bir müddət verilirsə, o amnistiyaya düşüb çıxmağı biz bunu gözləməliydik əslində. Biz bunu bilməliydik ki, İlham Əliyev öz xalası oğlunu, öz əmisi oğlunu, dayısı oğlunu orada saxlamayacaq. Bugün sabah göndərəcək. Xocalılar, neçə min Xocalı var məsəl üçün? Bakının özündə bəlkə 10 min, 15 mindən çox Xocalı var. Məncə. Nəbiz yoxladı da qardaş, Nəbizin yoxladı xalqın ki, beləncə. Bəli, Tofiq Yağulluğun patikasının altına apardı, pul qoydu, 9 il verdi. Bunlar isə bu boyda cinayətlər törədib, 15 il verdi. Yenə deyirəm, o da fikirləşirdi ki, bəlkə bunlar bunu eləyirlər, buna hazırlaşırlar. Yəni ki, biraz xalqın könlünü alacaq da, bu siyasi məhbusları buraxacaq, nəsə eləyəcək ki, hədə mənə sıxıqlı gəlib. Nə oldu la, bunlar çıxdı getdi, bunlar bundan nə əskiydi? Xeyr olsun. Bax, birinci məhkəmələrdə Xocalılar gəlmirdi. Neçə, bir-iki nəfər şahid gəldi o cümlətəni. Amma yüzlərlə, bəlkə minlərlə Xocalı var, bugün Bakıda yaşayırlar. İşindən çıxıb, bəlkə 5 dəqiqə, 1 saat vaxtını ayırıb, oraya gəlib etiraz etməliyik. Etiraz etməliyik ki, bu adama 15 il yox ömürlük verilməlidir. Bizim məhbuslarımızı orada qandan azadla saxlayanda bu qabağına kofesin, çayın qoyub, krestosun qoyublar arxasına. Adam oturub burada Azərbaycan'a da işgəncə gəldi, etdiyini barəsində danışır. Ya bunu qardaş düz vururlar. Qarabağ azad olunmuyub. Qarabağ sadəcə olaraq ermənilərin əlindən alınıb, Azərbaycan hakimiyyətində olan ermənilərin əlinə keçir. Başa düşürsən, əvvəllər bəlkə buradakı Ermənistan xalqı istifadə edir. Reglament. İndi bu günləri Qarabağdan istifadə edən ancaq Əliyevlərdir. Bir ailə, Fişoqlardır. Bütün Qarabağ onlara məxsusdur. Restorandan tutmuş, övrəsindən tutmuş, hər şeyini. Mən bir dənə sual vermək istəyirəm. Mən bu, sən Vaqif danışdın bu Siyab qardaşıma. Axı sən bir dənə gözdən olar, qurban olum. Bu Siyab qardaşıma bir kəlmə, bir qardaş kimi söz deyəcəm. Bax Siyab, əziz qardaş. Əziz mənim həm yerim. Vallahi mən nə özümü bu xalqdan ayrı sayıram, nə də xalqı özümdən ayrı sayıram. Amma qardaş, gəl bir açıq söz deyim sənə, bir qardaş sözü deyim sənə. Bax, əgər məsəl üçün bu günləri mənim atam rəhmətə gedirsə, hətta sən mənim dostum da olsun, lap əmmi oğlu olsun belə. Sən düz deyil, mənim halıma acıyasın. İndi hansısa bir şeyimə də filan idi, bəhəmən idi, yazıq, cavan idi və yaxud nə idi, nəyəsə görə də hansısa bir səbəbə görə. Amma qardaş, sən mənim kimi, yəni səni mənim kimi yandırmayacaq. Əziz qardaş, başa dönümsən, biz də Qarabağa yanırıq. Amma Qarabağlılar daha da əlin başqa tutmasını ayağa durmalıdır ki, nətər yəni şərəfsiz. Sən bu günləri bizim ana bazımızın qarnına şiş keçirdəni, bizim ana bazımızı turbanın içində svarkalayıb saxlayanı, ay uğraş, ay benamız, ləyaqətsiz uğraş, ailəsindən xəbər olmayan. Sən bu günləri azad edirsən. Əlbəttə ki, bu 15 il verəndə nədir bunun adı? 15 il verəndə bunun buraxılmaz variantda var etdi. Qardaşlar vurğuladı burada. Buyurun, davam edin dostlar. Buyurun. Qardaş, Amma mən bir-birimizin növbəsini pozmayaq. Mən burada bilsən deməyəm nədir? Yəni bax, bayaqları İlkin qardaş bir dənə mövzuya toxundu. Gədə bəyin o bölgəsi yadına çıxır. O qızıl mədənləri olan bir yerdə 15 il əvvəl 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 15 il
şəhid anasını təpikləyəndə prezident, dövlət başçısı çıxdı dedi ki, polis nə eləyir, haqq eləyir. Onda Bəli. onda tək Gədəbəyli durmalıydı. Onda bütün Azərbaycan xalqı durub deməliydi. Mənim deməyim budur. Mən demirəm ki, Qarabağ Bəli, Azərbaycan durmalıydı. Mən səninlə razıyam. Mən demirəm ki, bunu bütün Azərbaycan xalqı deməlidir. Onun da o da bir Qardaş ondan sənədən qabaq irəli Bakıda gəlir. mitingdə şəhid anasını polis sürmüşdü. Yadınıza gəlir? Elə həm neçə dəfə sürüyüb? Prezident aparatının qabağına 11.000 manatlar verilənə qədər saçından tut sürüyüb. Dostlar, bu efirdən qabaq Vaqif bəyin efirində idi. Orada bax bu söhbətə mən dedim. İmişlidə o balalardı da 3 nəfər, yəni 4 dənə. Allah rəhmət eləsin hər birini. Amin. Ülvi Əhmədovun qurbanları. Polis orada qəza oldu da. Yəni bütün rayonlar oturur gözləyir ki, Lənkəranlı deyir ki, İmişlidə olub da mənim nəyimə lazım, olub da. Mənim yox qonşumda olub. Elə də öyle bir dənə hadisə baş verəndə bunu bütün rayonlar, hamısı, bütün hər bir bölgə başa düşməlidir ki, bu mənim qapımı döyür. Bu məndə də sabahları ola bilər. Yoxsa mən filan rayonda var, mən oturum onlara balet eləyim, elənçinə olmayır. Elə biz azad ömrü ola bilməyəcək. Elənçinə heç kim oturub gözləməsin ki, azad olacaq. Çünki İmişlidə o xalq qalxanda deməli həmin polis azad olundu. 19 nəfər bu dəqiqə İmişli balaları içəridədir. Axırda da nə oldu? Bu da gətirdi, bir dənə qalxdı İmişli, bütün gətirdi ordunu tökdü ora. Bütün polisləri tökdü ora. Ancaq bütün bölgələrdə qalxanda belənçin olmur axı. Düzdürsən Yəni qardaş. bütün bölgələr olmalıdır. Hamısı öz üstündə bunu. Ha, verək. Məsuliyyəti öz üstündə hiss eləməlidir bunu. Qardaşım, Tərtər cinayəti bugünkü gün Qardaş, bir Arif, bizim qardaş, qurban sənə. ən yaralı yerimizdir. Qaqa, reklam etmə danışalım. Ay qaqa, reklam etmə bir bas sırayla danışalım. Vaqif dayı danışmaq istəyir. Vaqif dayı danışsın. Vaqif Elə dayı Vaqif sözünü dayı deyirəm. demək. Qoy danışsın Vaqif dayı. Ondan sonra yenə də sırayla danışalım da. Növbə. Sağ ol, Allah köməyiniz olsun. Amma indi mən sizə deyirəm, indiki hal-hazırda olan vəziyyət deyəndə, yəni bu şey, mən razılaşa bilmirəm. Yaxşı, benzini verdin Erməniyə, indi o bir şeydir də, mayedir, nə bilim, sudur, verdin də Erməniyə. Amma sən o dustağı buraxdın ha, sən məni söydün ha İlham. Allah sənə lənət eləsin. Mən ona görə vuruşmuşdum. Mən ona görə canımı itirmişdim, canımı da vermişəm. Hələm şəhidləri də var, hələm şeyləri. Sən bizi, şəhidləri tapdaladın. O mənim adaşımı, Vaqifi əf elədin, verdin Erməniyə. Allah sənə lənət eləsin İlham. Mən başqa sənə heç nə deyə bilmirəm. Minnətdaram. Çünki sən o qədər zibilləri keçmirsən ki. Amma bilsən nə qədər şəhidlər var, o Vaqifə görə, mənim adaşıma görə. Şəhidlər var, o oğraş öldürüb. O Deqriyyət öldürüb, amma sən indi onu buraxırsan. Dostlar, gəlin bu Nə deyim? bildim. Hamınıza təşəkkür edirəm. Mən bu canlı yayımı burada saxlayıram. Çünki sabah bu canlı yayım YouTube kanalında gedəcək. Təkrarən bu videonun çox uzanmasın. Yəni artıq 1 saatdan artıqdır ki, yəni 2 saata gəlib çatır ki, biz canlı yayındayıq. Həqiqətən də ağrılı məsələdir. Hər birinizə minnətdaram, izləyicilərə də minnətdaram. Xahiş edirəm ki, bizim videonu, bu canlı yayımı bəyənin və paylaşın maksimum dərəcədə. Allah Azərbaycan xalqını qorusun və bu gedişlə həqiqətən də biz məhvə doğru gedirik. Sağ olun, salamat qalın.